Sağlıq, səhhət, afiyetlə və sevdiklərinizlə bayram keçirmək Allah nəsib eləsin. Ə, O hər il hazır göndərilən qurban ya da bayram mesajları olur. Mən də qarşısında özüm ürəyimdən gələn bir neçə şey yazıram. Bu il yazdığım söz daha çox təbrik oldu ki, qurban fədakarlıqdır. Allah bizə lazım olanda fədakarlıq edə biləcək cəsarət, xarakter versin və ehtiyacımız olanda da yanımızda fədakarlıq edə biləcək dostlar versin. Daim olaraq hər birinizə də bunu arzulayıram. İndi keçək mövzumuza. Mən səhv eləmirəmsə sizlərlə bir dəfə görüşmüşük bu qrupla. Evet. Bir valideynlik təlimi eləmişdik. Mən ekran paylaşa bilirəm. Bəli, paylaşa bilirəm. Bir saniye. Okay. Ekran görünür, Enur müəllim. Bəli, bəli, görünür. Evet. Uşaq tərbiyəsində qətiyyətin rolu. Burada tanış simalar da var. Bizim tanıdığımız insanlar da var. Valideynlər var. Hansı ki düşərgələrdən dostlarımız, yaxınlarımız, Edulansdan vesaire. Sizlər də xoş gəlmisiniz. Hər kəs xoş gəlib. Biz yavaştan başlayaq. Uşaq tərbiyəsində qətiyyətin rolu. Təlimin başında istəyərdim ki, keçən təlimə aid bir neçə şey soruşum. Biz neçə növ valideynlikdən danışmışdıq. Xatırlayan varmı bilmirəm. Ya da onlar hansılardı deyə. Valideyn növləri var idi. Ehmalkar. Dörd növ valideyndən danışmışdıq. Birincisi ehmalkar. Bu fiziki və mental ehmal ola bilər. Valideynlər hansı ki, övladlarını ehmal edə bilər. Fiziki qayğısı, ehtiyacı. Düşünürəm ki, Azərbaycandakı çox az tapılan mənfi nümunə ehmalkar, fiziki olaraq ehmalkar valideyn ola bilər. Çünki kifayət qədər lazımından artıq dərəcədə yeməyini, içməyini düşünən, geyinməyini, məktəbini və s. düşünən bir cəmiyyətik. Arıq uşaq görəndə, məsəl üçün, çox zəifdir, niyə belədir kimi şeylər, şikayətlənmələr başlayır. Sonra yedirib kökəldirik, sonra da başlayırıq arıqlatmağa. Yəni, o yöndən, fiziki yöndən ehmal çox da yoxdur ölkəmizdə, amma mental olaraq vaxt ayırma, dəyər vermə kimi təəssüf ki, bu ehmalkarlıqlar var. İkincisi, random ailə idi, valideyn daha doğrusu. Bu mövzuya bir balaca toxunacaq bugünkü mövzuda da. Random o idi ki, hansı ki, nə edir, nə vaxt nə edəcək bəlli olmayan, uşaqlar da düzgün bağ qura bilməmək kimi problem yaşayır. Uşaqlar da valideynlərin yanında rahat ola bilmirlər. Bu tip valideynlərin uşaqları davamlı gərgin olur o uşaqlar. Çünki hansı hərəkətin doğru, hansı hərəkətin yanlış olduğunu bilmirlər. Nəyi eləsələr, necə qarşılıq alacaqlar, onu bilmirlər. Ona görə uşaqlar davamlı stres altında olurlar və böyüyəndə də bu yetişkin yaşlarda da bu öz təsirini göstərir. İdarəçi olan valideyn tipləri, idarəçilər hansı ki, onlar da hər şeyi idarə eləməyə çalışan, uşağın heç bir qərarına məhəl qoymayan, icazə verməyən, hər şeyi özü idarə etməyə çalışan idarəçi tiplərdir. Hansı ki, burada da uşaqlar özgüvəni olmadan yetişir. Mən artıq 20 ildən çoxdur ki, uşaqlarla işləyirəm, valideynlərlə işləyirəm. Ən çox mənə gələn şikayətlərdən ya da dəstək, kömək, istəyi özgüvən məsələsi ilə bağlıdır. Biz başqalarının özgüvənli uşaqlarını görəndə xoşumuza gəlir. Deyir, kaş bizimki də belə olsa, amma öz uşağımızın özgüvəninin olmaması üçün əlimizdən gələni də eləyirik. O balansı tutuzdurmaq çox çətindir əlbəttə ki, həm qayda qanun olsun ki, bugün biraz ondan danışacağıq, daha çox qətiyyətdən, disiplindən. Eyni zamanda da həm də azad olsun. Buradakı ən yaxşı qızıl orta belə deyək, müəyyən bir çərçivə veririk uşağa. Deyirik ki, bunun içində azadsan, bunun olması lazım. Ya bəziləri ümumiyyətlə çərçivə qoymur, tamamilə deyir ki, mənim kontrolumdadır hər şey. Bəziləri də ümumiyyətlə çərçivəni tamamilə götürür, idarə də yoxdur, tamamilə başlı başına buraxır, o da deyil.
Amma qızıl ortası odur ki, müəyyən çərçivə verirkən sərbəstsən, amma burada sərbəstsən. Kənarda yox. İdarəçi valideyn tipi və sonuncusu da tutarlı. Digər üç valideyn tipində saydığımız mənfi xüsusiyyətlər onlarda olmur. Hər şeyin yerini bilir, şəxsiyyət kimi yanaşır uşaqlara və eyni zamanda onların sadəcə onları böyütməyi yox, əsasən də yetişdirməyi düşünür, planlayır və onu hədəf edinir. Bu dörd valideyn tipi haqqında biz danışmışdıq. Sadəcə istədim ki, kiçik bir təkrar eləyək. Belə canlı görüş olsaydı daha interaktiv eləmək istəyərdim biraz. Müəllimlik refleksimdən suallar verib, hansı var idi, hansı nə idi yoxlamaq tərzində. Birinci qətiyyət nədir, ondan danışaq. Qətiyyət ümumiyyətlə belə bir şey deyim, biz Ə, hər bir prosesin öncəsi və o prosesin müddəti deyə bir şey var. Yemək bişirmək prosesi deyək. Bu bir prosesdir, amma onun öncəsində yemək üçün yeməkdə həmin o yeməkdə istifadə edəcəyimiz ərzaqları hazır qoyuruq. Ondan sonra nə bilim işte qaz olması lazım, bir şərait olması lazım. Ya da nə bilim deyək ki, başqa hər hansı bir iş görəcəyiksə, maşın sürəcəyiksə, benzin tökmək lazımdır, maşını sürə bilmək lazımdır və s. Sonra proses başlayır. Namazda da məsəl üçün namaz öncəsi fərzlər var, elənməsi gərəkən şeylər var, sonra ibadətdə də var bu yəni. Yəni proses öncəsi və prosesin özü. Qətiyyət əslində birinci qətiyyət ümumiyyətlə uşaq tərbiyəsi ilə bağlı birinci qətiyyət tez-tez istifadə etdiyim o söz, bunu yenə təkrarlayacağam. Düşünürəm ki, yaxşı şeylər, doğru şeylər tez-tez nə qədər təkrarlansa o qədər yaxşıdır. Ərəblərin belə bir atalar sözü var. Əl təkraru əhsən və ləv kənə 180. Təkrar əhsəndir, yaxşıdır. Hətta 180 dəfə belə olsa mənasında bir atalar sözü var ərəblərin. Ona görə bu mövzunu düşünürəm ki, təkrarlamaq zərərli olmaz. Hansı ki, uşağın böyütmək və yetişdirmək arasındakı fərq birinci qətiyyət olmalıdır ki, yəni mən uşağı həm ya da biz uşağı həm də yetişdirməliyik, sadəcə böyütməli deyilik. Birinci qətiyyət bu olması lazım. İndi baxaq ki, bəs bu prosesdən əvvəl, tərbiyə prosesindən əvvəl, yetişdirmə prosesindən əvvəlki qətiyyət budur ki, mənim bir missiyam var və bu həyatda elə biləcəyimiz, düşünürəm ki, elə bir şey yoxdur ki, bundan daha vacib olsun. Yəni uşağı düzgün formalaşdırmaqdan. Bunu harda bilə bilərik? Baxın, bugün biz içimizdə çox fərqli xarakterli insanlar vardır. Hal-hazırda neçə nəfər qoşulub bilmirəm. 20-dən çoxdur da, səhv eləmirəmsə 30 falan vardır bəlkə də. Görə bilmədim. Burada texnik olaraq hara baxmam lazımdır. Bilmirəm. 29. 29, 24, nəysə. Hər xarakterdə insan vardır. Utancağı vardır, özgüvənlisi vardır, özgüvəni olmayan vardır. Nə bilim, passiv olan vardır, aktiv olan vardır. Fərqli-fərqli xarakterlərdə. Və mən düşünürəm ki, bizim uşaqlara uşaq yetişdirmənin önəmini anlamağımız üçün bugünkü özümüzə baxsaq, biz özümüzdən nə qədər məmnunuq, nə qədər razıyıq yetişdirilmə tərzimizdən. Orada bəlkə də biz biləcəyik ki, hə, bizim valideynlərimizin ən əsas işi biz idik. Filan şey kaş mənə belə eləsəydilər, filan şey kaş mənə belə eləsəydilər, ya da məndə bunu eləməsəydilər, ya da bunu eləsəydilər kimisindən. Orada biz başa düşə bilərik ki, əslində uşaq yetişdirmək elə ən əsas vacib işdir həyatda bizim eləyəcəyimiz. Ona görə bunu anlamadığımız üçün, məsəl üçün, deyək ki, ataların fərqli bəhanələri olur, anaların fərqli bəhanələri olur. Ataların bəhanələri olur ki, uşaq üçün işləyirəm, evə gec gəlib uşağa vaxt ayırmama, yorğundan vaxt ayırmama, həftə sonu, gecə, gündüz, hansı ki, uşağın xəbəri də yoxdur o işlərdən, o nəticəsindən də çox da xəbəri yoxdur. Amma adını qoyur, məsəl üçün, biz atalar qoyuruq ki, uşaq üçün işləyirəm, ona görə gecə-gündüz. Ya da anaların tez yaşdan, uşağın daha tez yaşına elə doğuldu, birinci ilində, 6-cı ayında işə çıxıb, əgər maddi qayğı dərdi olmadığı halda, yəni məcbur olmadığı halda işə başlaması, mən karyera eləməliyəm, başa düşürük, hər iki tərəfin haqqıdır bu karyera eləmək, amma uşaq yetişdirməyin, uşağı düzgün formalaşdırmağın nə qədər önəmli olduğunu bir insan anlasa, bir ana başa düşsə, mən düşünürəm ki, oradakı o prioritetləri daha düzgün formalaşdırar. Sadəcə bunun fərqində çox deyilik, amma bilsək ki, ən önəmlisi budur. Məsələn, mən bilsəm ki, axşam 7-dən sonra işləsəm 10 manat qazanacağam, amma 7-yə qədər işləyib 7-dən sonra evimə getsəm, uşağıma vaxt ayırsam 7 manat qazanacağam. Arada 3 manat fərq var, 10 manat, 30% fərq var arada. Hə, mən bilsəm ki, o 30% əskik olanda uşağıma vaxt ayıracağam və düzgün formalaşmasına səbəb olacağam. O 30%-dən vaz keçə bilərəm. Bu işin önəmini anlasam. Amma anlamadığım zaman mən yenə də 7-dən sonra da işləyib uşağa vaxt ayırmamağı və adını da qoyuruq ki, uşaq üçün edirik deyə.
E, Demək ki, biz o hələ də o məsələnin çox da nə qədər vacib olduğunu anlamamışıq. Ona görə baxaq qətiyyət nədir birinci? Qətiyyət sevgi ilə sərhəd qoymağı bacarmaqdır. Sevgi ilə sərhəd. Baxın, sərhəd var, amma eyni zamanda sevgi var. Ya da sevgi var, amma eyni zamanda sərhəd var. Yəni nə sevgisizlik deyil, nə sərhədsizlik deyil. Qətiyyət budur. İndi sevgi ilə qətiyyət, sərhəd necə olur, ona baxacağıq. Tərbiyədə nə sərtlikdir, nə də güzəştli yanaşma. Yəni nə yəni kobud olmaqdır tam, nə də güzəştli, yenə qızıl orta və sakit. Ardıcıl. Sakitlik nədir baxın. Məsələn biz deyək ki, burada kamp valideynlər də var. Elə Elnur müəllim özü də biz kampdan tanışmışıq Elnur bəylə də. Uşaqlar 40 uşaq olur, 50 uşaq olur, 100 uşaq olub, kamplarımız olub, 120 uşaq olub. Hamı bir ağızda danışanda bizim elədiyimiz bir dənə hərəkət var. Artıq onu uşaqlar da bilir. Əlimizi qaldırıq, sakitcə dayanıram mən. Ya da mən, ya da uşaqların özü belə ola bilər. Onlar təqdimat eləyəndə uşaqların ki, indi artıq siz burada qabaqda sakitcə əllərini qaldırırlar. Bu o deməkdir ki, məni görürsünüzsə əlinizi qaldırın. Sakit olun və əlinizi qaldırın. Görməyənlər, görənlər görməyənləri dürtür ki, müəllim bizi gözləyir. İçimizdə müəllimlər varmı bilmirəm, həmkarlarım varmı? Onlar sinifdə də bunu edə bilərlər. Möhtəşəm işə yarır. Ya da qollarımızı belə qabağımızda bağlayıb sakit dayanır, gözləyirik. Yəni bu deməkdir ki, sizi gözləyirəm. Özünüzü yığışdırın, sakit olun, artıq məni dinləyin, dərsə başlamalıyıq və s. Bu sakitçilik eyni zamanda özündən əminlikdir, bir duruşdur. Sakit durma, ay bala sus, kəs səsini, dayan. Bu artıq bir duruş deyil. Bu qışqırmaqdır. Zaten 2-3 gün sonra bir təsir qalmayacaq. 2-3 saat sonra təsir qalmayacaq. Bizim kamplarımız 6 gün çəkir, heç 2 gün çəkməz o qışqırbağını. Amma sakitcə əl qaldırmaq bu özündən əminlikdir. Mən buradayam, sayğı duymağınızı istəyirəm, hörmət eləmənizi istəyirəm, məni dinləmənizi istəyirəm deməkdir. Və bunun yaşından, başından, yaşlanmaqla əlaqəsi yoxdur. Bunu 3-cü sinifdəki bir uşaq da eləyə bilər. Kampda təqdimat üçün çıxıblar. Əgər qarşıdakılar onu dinləmirsə, mən deyirəm ki, mən olsam bu auditoriyaya danışmazdım. Bizim bir da vərdiş adətimiz var. Əlinizi qaldırın. 3-cü sinif uşaq əlini qaldırır və hamı yenə sakit durur. Yəni sakit durmaq özündən əmin olmaq və istədiyindən, tələb elədiyindən əmin olmaqdır. Ardıcıl olması, qətiyyətin ardıcıl olması, yəni daimi olması. Yəni bu gün elədim, 3 gün elədim, qaza gəlib məsələn şimdi bir dənə təlim də eləyirik deyək ki, kitab oxudum, video izlədim, film izlədim. O bax qaza gəldim ki, evdəki uşaqlara bir dənə bunlar olacaq. Hop 3 gün sonra olmadı. Planlamadakı ən önəmli məsələ davam o ingilislərin sustainability dediyi söz var. Ən çox son dövrlərdə çox istifadə olunur. Ona görə ingiliscəsini dedim, yoxsa İngilis dilimi göstərmək deyil məqsədim. O davamlılıq nə məqsədləndir? Yəni bu dövrdə e, yenilənən, sürətlə dəyişən dünyada biz hər hansı bir vərdişin davamlılığını qorumaq bizim üçün çox çətindir. Çünki diqqətimizi dağıdan, fokusumuzu dağıdan çox şey var və burada eləməmiz gereken şey planlamada odur ki, eləyə biləcəyim qədərini balaca ilə, azla başlayıb sonra yavaş-yavaş artırmaq. Ümumiyyətlə evdəki qayda qanun belə konstitusiya kimi olmamalıdır. Yəni 47 dənə maddə, hərəsində ABC şeyləri, bəndləri ilə paraqrafları falan yox. Çox sadə, açıq, aydın və qısa olması lazım. Amma işte ardıcıllıq orada olur. Yəni sadə olanda davam elətdirə bilirik. Ədalətli olması lazımdır. Uşaqların özəlliklə böyük uşaq varsa evdə sən böyüksən, sən böyüksən, sən böyüksən. Halbuki o da uşaqdır. Bu ədalət prinsipini pozur. Ya da mən böyüyəm, mən deyən olmalıdır. Sən bu olması gereken yer var. Bəli, mən böyüyəm və valideyn olduğum üçün onun olması gereken yeri var. Amma ədalətli qorumaq lazımdır eyni zamanda və empatik davranmaq. İndi empatik məsələsinin üstündə yenə təkrar duracağıq. Harda empatiya lazımdır? Olmasa nə olar? Olarsa nə olar? Qətiyyətin əsas prinsipləri nələrdir? Bir də az öncə biraz toxunduq. Ardıcıl olması. Bu ən vacibidir. Ən vacibidir. Buradakı problem yenə deyirəm. Bu nə vaxt əksi olur? Biz nəyinsə qazına gəlirik, eləyə bilməyəcəyimiz qədər bir şey öhdəlik götürürük. Yəni bundan sonra uşaqlar evdə hər gün yarım saat kitab oxuyacağıq. Nə bilim falan şey eləyəcəyik, yarım saat idman edəcəyik. Bunu eləyə bilməyəcəksə, özümüzdə tanımamız lazım, qoşula bilməyəcəksə və s. Ona görə demək olar ki, həftədə 3 dəfə eləyəcəyik. Birinci 3 dəfədən başlamaq lazımdır. 10 dəqiqədən başlamaq lazımdır. Ya da işte nə bilim 5 səhifədən, 5 dəqiqədən başlayıb yavaş-yavaş artırmaq lazımdır. Çünki davamlı olmazsa növbəti deyəcəyimiz hər hansı bir yaxşı bir şey, yaxşı bir qayda, yaxşı bir vərdiş, yaxşı bir qərar heç birisi artıq qarşı tərəf tərəfindən ciddiyə alınmayacaq uşaqlar tərəfindən. Çünki uşaqlar bizim düşündüyümüzdən çox daha yaxşı müşahidəçidirlər. Çox daha yaxşı müşahidəçidirlər. Çünki biz onun fərqində belə deyilik. Onlar hər şeyi ölçürlər, biçirlər. Yaddaş etibarilə çox yaxşı yaddaşları var
və bizə özlərinin xoşlarına gəlməyən qərarlar, tələblər elədiyimiz üçün bəzən ya da çox vaxt elədiyimiz üçün onlar bizi haqsız çıxarmağa ya da bizi onlar Türklər demiş alt etməyə, bizi belə deyək, bizə qalib gəlməyə çalışacaqları üçün yadlarında saxlayıb çox yaxşı analiz edirlər ki, harda açıq tapa bilərik ki, zaten bu qətiyyətin olmamağı, uşaqların o açığı tapmağı ya da uşaqların açığı tapmaqları, valideyndəki açıqları, boşluqları tapmaqları qətiyyətin olmamağından qaynaqlanır və uşaqlar da tapandan sonra həmin o boşluğu bir daha da buraxmırlar. Aydın qaydalar qoymaq izah hörmətdir. Bu çox iki dənə sözdür. İzah hörmətdir. Nəyi istəyiriksə uşaqdan mütləq izah eləməmiz lazım. Çünki baxın biz bayaq da orada bir dənə məsələ vardı. Sərt olmaq, işte kobud uşaqlarla mən böyüyəmsə belə olmalıdır. Sabah övladlarımız böyük olan hər kəsin yanında tutacaqlar yəni. Müdürün yanında tutacaqlar, müəllimin yanında tutacaqlar, özlərindən böyük uşaq olan amma yaşca böyük birinin qabağında tutacaqlar ki, biz bunları istəmirik. Biz bunları əsla və əsla istəmirik, görmək də istəmirik, eşitmək də istəmirik. Hətta kənardan bir başqasının övladında belə müşahidə edəndə bu bizə xoş gəlmir. Amma öz övladımızda bu şey yaşana bilər. Biz indi bugün yetişkinik, böyüklərlə ki olan üslubumuz, böyüklərin qabağında susuruqmu, susmuruqmu? Təbii ki, burada etik normaların pozulduğu vəziyyətlərdən gedir söhbət. İstər iş yerində, istər sosial mühitdə fərqi yoxdur. Harda olur olsun, böyüyün qabağında susmaq lazımdır deyə bir şey yoxdur. Amma bunu uşağa ötürdüyümüz zaman gələcəkdə istəmədiyimiz mənzillərlə üzləşə bilərik. Ona görə bütün qaydalarda izah vermək lazımdır. Yəni biz valideyn olduğumuz üçün keçərli olan bir şeylər ola bilər. Məsəl üçün nə deyə bilərik? Ən belə qanuni bir cümlə götürsək, konstitusiya cümləsinə götürsək, 18 yaşına qədər bizim tabeçiliyimizdəsən və ona görə də bu qaydalara riayət etməlisən. Amma biz böyük olduğumuz üçün deyil bu. O qayda doğru olduğu və onun faydası, xeyrinə olduğu üçün. Niyə burada ayaq yeri qoyuram ki, biz böyük olduğumuz üçün hər zaman haqlı deyilik? Çünki biz də yanlış şey istəyə bilərik. Yəni bizlər üçün də mən əminəm indi burada 20 neçəsə nəfərin içində istəmədiyi ixtisası oxuyan var, istəmədiyi işdə işləyən var, istəmədiyi nə bilim yerlərdə yaşayan var və s. və s. Hər cürə şey vardır. İstəmədiyi evliliyi eləyən var deyəcəydim az qala özümüzü ona saxladım. İnşallah saxlamış sayıldım. Vardır bəlkə də amma əminəm. Ona görə də bu bizim hər böyük olmağımız, bizə də bunu eləyən valideynlər bizi sevmədikləri üçün deyildi. Məsələn, mən başqa-başqa təlimlərdə mövzu başqa olanda soruşuram ki, kim övladını sevir, zəhmət olmasa əlini qaldırsın. Bu çox saçma bir sual kimi gəlir auditoriyaya, amma İsrail edirəm ki, zəhmət olmasa əlinizi qaldırın. Hər kəs əlini qaldırır. Əlbəttə ki, hər kəs öz övladını sevər. Növbəti sual gəlir ki, kim övladını sevə bilir, onlar əlini qaldırsın. Orada insanlar çaşbaş qalır ki, nə deməkdir? Övladını sevə bilmək, sevərkən zərər verməməkdir. Amma biz cəmiyyət olaraq sevərkən zərər verən, məhv edən bir cəmiyyətik yeri gələndə hamı üçün keçərli deyil. Ona görə böyük olmağımız deyil bizi hər zaman haqlı edən, amma biz eyni zamanda valideyn üçün olduğumuz üçün də haqlı da olacağımız durumlar var. Növbəti sakit və nəzakətli danışmaq. Yəni bunlar qətiyyət bir duruşdur baxın. O duruşu xarizmatik bir duruşu formalaşdıran əsas amillərdir bunlar. Sakit və nəzakətli danışmaq, daimi aqressiya zəiflikdir. Yəni əgər mən hər dediyim şeydə bağırıram, davamlı aqressiya varsa, bu deməkdir ki, normal danışaraq sözümü keçirə bilmirəm, qarşı tərəfə mesaj verirəm. Deyirəm ki, hardasa haqsız olduğumu bilirəm, bunu örtmək üçün səs-küy salıram. Səsim tonumu qaldırıram. İşte yaşım, başım, hər hansı bir şəkildə səndən böyük və üstün olduğumu düşündüyüm üçün sənə bu şəkildə diktə eləməyə çalışıram. Ona görə sakit və nəzakətli danışmaq, bu özündən əmin olmaq deməkdir. Bu yaşlılarımız arasında da ola bilər, normal sosial münasibətlərdə hər yerdə keçərli bir qaydadır. Özəlliklə uşaqlara, onlar qədər güclü müşahidəçilərin qabağında bu məsələ çox da diqqət eləməmiz lazım. Çünki uşaqlar əksini dərhal hiss edirlər. Empatiya ilə dinləmək qətiyyət davranışa qarşıdır, uşağa qarşı yox. Qətiyyət bir sərt duruşdur, baxın. Sərtliklə kobudluq bunlar ayrı-ayrı şeylərdir. Məsəl üçün, sinifdə müəllim bəzən sərt olmalıdır yeri gələndə, amma kobud olmamalıdır. Evdə də valideyn məsəl üçün sərt olmalıdır yeri gələndə, amma kobud olmamalıdır. Bunlar ayrı-ayrı şeylərdir. Amma sərtlik, qətiyyət hər halıyla uşaq tərəfindən hər zaman sevilməyən bir şey. Çünki istədiyi olmur demək. Yəni, mən qətiyyətli bir davranış sərgilirəmsə, o anda bir dirənmə var deməkdir. Mənə qarşı, mən də ona qarşı. Mən doğru bilmədiyim bir davranışı eləmək istəyir övladım deyək ki, və mən orada qətiyyətlə dayanmam lazım.
Amma uşaq bilməlidir ki, bu qətiyyət o davranışa qarşıdır, uşağın özünə qarşı yox. Bunu da göstərməyin bir yolu var ki, mən hər hansı bir nə istəyirsə, mən onu empati qrup dinləməm lazım. Onun hissiyatını anlamam lazım. Danışsın, özünə görə arqumentlər gətirə bilər, soruşa bilərəm, dialoqa keçmiş ola bilərəm. Hətta danışdırdığım zaman verəcəyim suallar, onu yönləndirməyim, ona müəyyən izahlar verməyim ki, bayaq da dedik, məsəl üçün qaydalar izah olunmalıdır. İzah hörmətdir. Bunu unutmayaq lütfən. İzah hörmətdir. Biz ona izah eləməliyik. Bu dialoq müddətində olacaq. Ona görə də empatiya oradakı nə işə yarayır? Yəni, səni anlayıram, səni dinləyirəm, istəyə bilərsən, amma istədiyin şey bu səbəblərdən səbəblərdən dolayı doğru deyil. Amma burada bir şey unutmamalıyıq. Onu bayaq da dedim, yəqin ki, bir neçə dəfə daha deyəcəm. Nə istədiyimizdən nə qədər və necə əmin olmalıyıq. Və burada bəzən mütəxəssislərə soruşmaq lazım ki, bu kimi təlimlərdə, vebinarlarda, seminarlarda müəllimlər üçün olur, valideynlər üçün olanı mən hər dəfə vurğulayıram ki, siz bugün buradan wow, super, bir dənə bomba, bir dənə şey öyrəndim deyə getməyə də bilərsiniz. Elədiklərinizin təsdiqini tapa bilərsiniz. Bu da önəmlidir. Ya da eləmədiklərinizi eşidə bilərsiniz, ya da elədiklərinizin səhv olduğunu da öyrənə bilərsiniz. Yəni ümid edirəm ki, hər kəs buradan, zaten mən də belə eləyirdim deyib gedər. Yəni məndən mütləq yeni bir şey öyrənmiş olmağınız kimi belə bir istəyim, belə bir arzum, belə bir gözləntim yoxdur. Çünki onun üçün burada deyiləm. Amma olacaqsa nə gözəl, olmasa da daha gözəl hətta. Ona görə empatiya ilə dinləmək bizə uşağa qarşı olan anlama çabamızı göstərir. Bəzən ola bilər ki, uşaq elə bir şey izah verə bilər, biz orada haqsız çıxarıq. Məsəl üçün, valideynlər olub ki, yaxınlaşmaya ki, yəni uşaq məktəbi sevmir, heç cürə məktəbi sevdirə bilmirik. Sonra uşaqla danışırsan, məsəl üçün deyir ki, filan müəllim belə davranır, filan müəllim belə davranır, filan qədər ev tapşırığı verirlər, nə bilim, onu edirlər, bunu edirlər. Mən də indi valideynə deyirəm ki, bu uşağa biz necə ya da siz necə dirəşə bilərsiniz ki, bu məktəbi sevsin yəni. Özünüzü qoyun o uşağın yerinə. Siz sevərdinizmi məktəbi? Yox. Yəni hörmət görmədiyi yerdə, sayğı görmədiyi yerdə bu uşaq oranı necə sevə bilər? Amma siz onu qəbul eləsəz ki, oğlum, qızım, yəni sən bu məktəbi sevməməkdə haqlısan, amma yenə də ora getməlisən, maksimum oradan faydalanmalısan. Siz növbəti mərhələyə keçə bilərsiniz. Uşaq haqlıdır burada. Yəni sən orada dirəşə bilməzsən ki, yox, sən məktəbi sevməlisən. Zaten sevmək zorla olan bir şey deyil. Bu yaxınlarda bir valideyn mənə dedi ki, 3 yaşlı uşaqları var. Ninja Kids deyə bir yer var. Bəlkə də məlumatlı olanlarınız var. Az yaşlı uşaqları, 9 yaşa qədər uşaqları günlük, saatlıq ora qoya bilirsiniz. Bağça kimi bir yerdə həm coffee shopdur. Bu Səməd Vurğun küçəsində yerləşir. Zabitlər bağından biraz aşağıda. Həm saatlıq da qoya bilərsiniz, günlük də qoya bilərsiniz, aylıq da bağça kimi də qoya bilərsiniz. Aşağı mərtəbəsi coffee shopdur, yuxarı mərtəbəsi uşaqların oyun yeridir və s. Deyir ki, ora qoyurduq, oradakı müəlliməsini çox sevirdi. Deyirdi ki, məni müəlliməyə aparın. Sonra bunlar biraz uzağa köçdükləri üçün indi bağçaya aparırlar. Deyir, ora bağça deyir, ora müəllimə deyirdi. Baxın, 3 yaşında bir uşaq. Yəni uşaq oranı sevdiyi üçün deyir ki, məni müəlliməyə aparın. Burada deyir, bağça buranı artıq müəssisə kimi görür və sevmir, zaten davam eləmədi. Ona görə uşaqların o anlaşılma, dinlənilmə tərəfləri çox önəmlidir və bəzən də haqlı ola bilərlər. Ona görə orada çox ehtiyatlı olmaq lazımdır. Yəni asdığımız, kəsdiyimiz zaman geri dönüşü çətin ola bilər. Və geri dönüş də bir ərdəmdir. Məsəl üçün uşaq orada görə bilər ki, hə, atamdır, anamdır. Normal izah elədim, qəbul elədi. Dedi ki, hə, oğlum, üzr istəyirəm, mən səhv düşünmüşəm. Bunu da uşağın öyrənməsi lazım. Amma bu 10 dəfə təkrarlananda artıq uşaq doğru bir şey desək belə deyəcək ki, 100% atam yenə coşub qaza gəlib nəsə deyib, biraz danışım onu şey eləyərəm mən, ikna eləyərəm ki, yenə o səhvdir. Ona görə bir şey demədən mən oğlum 2 yaşındaydı, dil çıxarırdı. Mən dedim ki, oğlum dil çıxarmaq olmaz. Sonra özümü fikirləşdim ki, 2 yaşında uşaq dil çıxarardı. Yəni olmaz nə deməkdir yəni. Dedim gəl indi bərabər çıxarıb başladı ata ola dil çıxarmağa. 7 dəqiqə sonra eləmədi bir daha da yəni. Ona görə nə istədiyimiz də önəmlidir. Nəyin üzərində durub, nəyi tələb elədiyimiz də önəmlidir. Hə, geri dönə bilmək çox vacib bir ərdəmdir. Bu yetişkinlər arasında münasibətlərdə də belə olur. İnsanlıqda biz səhv edə bilərik. Gözəl bir yanaşma var. Bir insan deyir, mən bu səhvi niyə elədim, necə elədim deyəndə qayıdıb onu demək lazım ki, sən kimsən ki, səhv eləməyəsən. Əslində insan onu bilsə, mən hər zaman səhv eləyə bilərəm, bu ehtimalım var. Ona görə o səhv eləyəndə də belə bir katastrofik bir şey olmuş kimi hərəkət eləməz, reaksiya verməz yəni. Və qətiyyətin uşağa verdiyi nələr var, təsiri nədir qətiyyətin? Daha sonra da qətiyyətsizliyin təsirinə baxacağıq.
emosional güvən yaranır, hansı davranışa, hansı reaksiya gələcəyini bilir. Yəni məsəl üçün uşaq bilir ki, mən atamdan bunu istəsəm, anamdan bunu istəsəm, bu olmayacaq. Yəni ya da bu olacaq. Buna fikir verər, burada məni dinləyər. Bu emosional güvən o deməkdir ki, mənim varlığımı ailə qəbul eləyir, görürlər və mənlə bir ünsiyyətə keçəcəklər. Yəni düşüncələrim səhv də olsa, ən azından bir bağ yaranacaq. Emosional güvən budur. Məni anlayacaqlar, görəcəklər. Ümumiyyətlə görmək sözü, görmək. Lütfen bugün buradan bir söz aparacaksanız bunu aparın. Yani herkes belki de bir neçə şey yapacak. Ben bu təqdimatı sonra Enur Bey'e gönderərəm. O isterse grupta paylaşar. Faydalı olacağını düşünürsünüzsə arada istifadə edersiniz, açıb baxarsınız. İstədiyiniz hər kəslə paylaşa bilərsiniz. Bundan seminar, təlim də verə bilərsiniz. Bütün haqları sərbəstdir. All rights reserved deyil yəni. İstifadə edə bilərsiniz. Yəni bugün aparacağınız sözlər əgər bir dənə söz olsa o da ola bilər ki, uşağın görülməyi. Görülmək çox belə bir çox böyük, geniş bir ifadədir. Yəni orada onun duyğularını, o şey niyə istəyir, bu tələbi nədəndir, bunları görməyə çalışsaq, zaten avtomatik olaraq dinləməyə başlayacağıq. Dinləməyə başlayanda avtomatik olaraq empatiya qurmağa çalışacağıq. Empatiya quranda onu anlayacağıq. Anlayanda o deməkdir ki, artıq mən onun sadəcə fiziki olaraq yox, qarnı acanda necə görürük, ya da qış gələndə paltarı əgər gödəkçəsi yoxdursa, onu nə bilim çəkməsi yoxdursa, onu necə görürük. Baxacağıq ki, onun ruhunda da, könlündə də, duyğularında da əskikləri var və mən onları tamamlamalıyım. Onu da görmüş olacağıq. Yəni görmək bu qədər geniş bir ifadədir. Yəni böyük bir, dərin bir fəlsəfədir deyib abartmaq da istəyirəm o sözü hətta. Ona görə emosional güvən o zaman yaranır ki, biz uşağın hər halını görəndə və o bizdən artıq rahat-rahat şeyə keçə biləndə, diyaloqa keçə biləndə. Dünən axşam bir film izlədik oğlumla, tövsiyə edirəm sizə ailəlik izləyə biləcəyiniz 13 plus səhv eləmirəmsə film idi. Sürprizli gecə səhv eləmirəmsə belə idi türkçə adı. Netflixdən izlədik. İki övladı olan bir ailədir. Qız böyükdür, 10-da, 11-də oxuyur. Telefonu yoxdur. Filmi spoil verməyəcəm. Çox belə israr edir, hamıda var, məndə yoxdur. Bundan zarafatlaşırlar, məsxərəyə qoyurlar sinif yoldaşı. Ana çox orada qətiyyətli davranır. Ata biraz da yumuşaq bir xarakterdə göstərilib. Ana daha dominantdır. Gözəl bir ailə bir mənzərəsidir təbii ki. Bir-birini tamamlayan ana atadır yəni. Sonra bir şeyler baş verir. Ana ata arasında, uşaqlar arasında, uşaqlarla valideynlər arasında buzlar əriyir. Sonra hətta qız uşağına xaricdə başqa yerdə oxumağa icazə verəndə qız deyir ki, bəs telefon? Ana deyir ki, yox, hələ də telefon yoxdur. Yəni o buzların əriməsi belə ananın o mövzudakı qətiyyətin duruşunu əritmək yox, telefon olmayacaq. Ona görə bu amma o qızda o şey emosional güvən yaranır ki, artıq danışa bilirəm, özümü rahat hiss edirəm, hazır hiss edirəm və artıq valideynlərimlə bu haqda danışa bilərəm. İkincisi, qətiyyətli olanda uşaqlara necə təsir olur? Sərhəd tanıyan və məsuliyyətli olur, hüquqlarını da bilir, hüdudlarını da bilir. Yəni, sərhəd tanıyan nədir? Uşaq artıq bilir ki, bəzi şeylərin hər şey istədiyi kimi olmaz, olmamalıdır. Ümumiyyətlə, insan elə olmamalıdır. İnsan tamamən azad olmamalıdır. Yəni, burada kimsə deyə bilər, məsəl üçün, insanlar tamamən azad olmalıdır. Yox, düşüncələr tamamən azad ola bilər. Amma davranışlar yox, xaos olar. Yəni, xaos olar əgər tamamilə azad olsaq. Yəni uşaqların da düşüncələri sərbəst azad ola bilər. Zaten danışmağımız o emosional güvəni yaradan şey də uşaqlarla danışmaqdır. Onların o fikir azadlıqlarını ifadə edə bilmələridir. Amma icra eləyəndə hər şeyi icra edə bilməzlər. Hər şey istədikləri kimi olmamalıdır, olmamalıdır, olmaya bilər demirəm bax, olmamalıdır. Və uşaq da bunu bilməlidir. Yəni çox sakincə uşağı dinləyib axırda yox, icazə vermirəm. Bundan dolayı icazə vermirəm deyə bilməliyik. O necə ki o qədər arqument gətirir. Məsəl üçün deyir ki, bu mənim ən yaralı yerimdir, ona görə tez-tez bunu misal verəcəm. Telefon məsələsi. İşte ata, ana, hər kəsdə telefon var. Nə bilim, müəllim oradan tapşırıq göndərir ki, o da mənə niyə çatmır ki, niyə valideyn müəllim oradan tapşırıq göndərirsə. Və sairə və sairə və sairə. Bir sürü səbəb sayır. Siz dinləyirsiniz ki, mən başa düşürəm səni. Bunlar sənə çətin ola bilər. Bəlkə sinifdə hamıda var. Mən sənin duyğularını anlayıram. Xoş bir his deyil. Mən də olsam əminəm ki, mənim də xoşuma gəlməzdi. Amma icazə verə bilmərik. Niyə? Çünki birincisi hamının eləməsi sənin də eləyə biləcəyin, hamının eləməsi onların elədiyi şeyin normal olduğu mənasına gəlmir. Dolayısıyla da sənə də icazə verə bilmərik. Həm də icazə verməmə səbəbimiz budur, budur, budur deyə izah eləmək lazımdır. O zaman uşaq görəcək ki, hə, həm mən istədiklərimi deyə bilirəm. Bəzən qəbul görür, bəzən qəbul görmür. Hər kəs biləcək yerini. Yəni ona görə o zaman sərhəd tanıyan,
Çünki qətiyyətli bir duruş var qabağında və eyni zamanda məsuliyyətli olur. Çünki bilir ki, bunu eləsə qarşısında bu bədəl var, bunu eləsə qarşılığında bu bədəl var. Yəni bu evdə deyilən sözlər havaya getmir yəni. Məsəl üçün deyək ki, bir saatdan çox planşetdə baxsam, məsəl üçün deyirəm, axşam film izləməyəcəyik, nə həftə sonu parka getməyəcəyik. Bir saatdan çox qaydanı pozur və həqiqətən də parka gedilmir. Həqiqətən axşam film izlənilmir. Həqiqətən də onun istədiyi bir şey nəsə olunmur. Çünki deyir ki, kompensasiya eləməmiz lazım. Və uşaq bilir ki, yəni burada elənən heç nə boşa getmir. Və daha məsuliyyətli olmağa çalışır elədiklərinə. Çünki bilir ki, elədiyi şeyin mütləqi bir bədəli var. İkinci bugün aparacağınız söz lütfən bədəl olsun. Bu bədəl sözünü dilimizə, artıq leksikonumuza salmamız lazım. Davranışlarını idarə etmək öyrənir. Nəticədə bədəlin olduğunu bilən uşaq davranışlarını idarə edir. Az öncə dediyim şey. Bu hətta indi işimizdə bilmirəm o qədər körpə övladları olan varmı? Körpə ya da böyük hər kəsi, bütün balalar Allah saxlasın. 2-3 yaşlarında artıq yeriməyə başladı, oyuncaqlarını oynamağa başladı. O yaşlarda başlayır. Uşaq oyuncaqlarını dağıtmalıdır. Səliqəli evdə düzgün uşaq böyüməz. Bu gözəl belə bir ifadə var. Ev həmişə səliqəli olmaz. Yəni gündüz də, yəni səhərdən axşama kimi 24 saat ev səliqəlidirsə, orada xarakterli uşaq böyüməz. Ev dağılmalıdır, otaq dağılmalıdır, amma uşaq tərəfindən ya da uşaqla birgə yığılmalıdır. Çünki balaca uşaqların motorikaları inkişaf eləmədiyi üçün, əl, göz balansları düzgün inkişaf eləmədikləri üçün bizim onlardan istədiyimiz hər şeyi bizim istədiyimiz kimi və bizim istədiyimiz qədər elə bilməyəcəklər. Bax, elə bilməyə bilərlər demirəm, elə bilməyəcəklər. Onların nə edə biləcəklərini də bilməmiz lazım, istədiklərimizi də ona görə formalaşdırmamız lazım. Yəni eləyə bilməyəcəkləri üçün də deyəcək ki, gəl bərabər yığ. Okey, dağıda bilərsən, amma bərabər yığmalıyıq. Orada başlayır uşaq artıq orada baxın bizim qətiyyətimiz durur, disiplinimiz durur, avtoritar olmağımız durur, bizim sözümüz keçir, burada bir böyük var, bir keşik var, tabe olan var, tabe olunan var və s. Bunlar orada yavaş-yavaş formalaşır. Ona görə də həmin o uşaq da bilirsə ki, sonunda bədəl ödəmək var, artıq davranışlarını idarə etməyə çalışır. Çünki ödədiyi bədəli sevməzsə, demək ki, o davranışı təkrarlamayacaq. Təbii bu bir dəfədən olan bir şey deyil, amma bir neçə dəfə təkrarlandığı zaman e, düzəlir. Sosial mühitə daha uyğun olur və doğru davranışlar qalıcı xarakter ya da vərdiş halına gəlir. Yəni normalda gözəl bir ifadə var, deyir ki, övladlarınıza sonradan tərk etmək istəyəcəyiniz vərdişlər qazandırmayın. Yəni bugün eləyir. Mənim normalda bu əvvəlki təlimimin adı böyüyəndə düzəlməyəcək belə heca yazmışam. Çünki biz nəyisə vurğulamaq istəyəndə belə bir hecalara bölürük də bir indi. Bu da bizim dilimizdə istifadə etdiyimiz bir metoddur, üslubdur. Getmirsən dedim sənə məsəl üçün. Vermirəm. O da düzəlməyəcək. Belə bir tez-tez dediyim bir şey var. Bəzi şeylər var ki, uşaq biz əş böyüyəndə düzələr deyib atdığımız bir şeylər var ki, onlar böyüyəndə düzəlmir. Məsələn, uşağın əl yazısının üzərində valideyn çırpa-çırpa onu düzəldir. Halbuki əl yazısı böyüyəndə də düzələ bilər. Lap düzəlməsə də problem deyil. Özü oxuya bilirsə tamamdır yəni. Amma daha vacib xarakterinə, işte davranışlarına təsirinə, davranışların böyüyəndə düzələcək deyə kənara ata bilir. Çünki biri fiziki bir şeydir, onu düzəltmək daha asandır, gözlə görülür, ölçülə bilir. Amma digəri birbaşa gözlə görülən, əllə tutulan bir şey olmadığı üçün və daha çox çaba çaba tələb elədiyi üçün bəzən valideynlər onu böyüyəndə düzələr deyib rahata qaça bilir. Və sosial mühitdəki davranışları yenə bizi sonra utandırır, sonra bizi yenə əsəbləşdirir və bu səfər yenə daha aqressiv çıxışlar eləyə bilirik. Halbuki vaxtında onları düzəltmiş olsaydıq, deyək ki, marketlərdə görürsün, uşaq cips istəyir ya da nəsə istəyir. Məncə bu mənzərə hamıya tanışdır. Ümid edirəm ki, bunu yaşamamışıq. Bunu yaşayan insanlar əgər doğru davranış sərgiləsə, bir-iki dəfə də yaşaya bilər, bəlkə heç üçüncü belə olmaz. Uşaq istəyir, yox deyirsən, yenə istəyir, yox deyirsən, başlayır ağlamağa. Orada məsələn sakit qalsa belə, insan valideyn belə sakit qalsa belə, hətta səni gözləyirəm şeyini vermək üçün, o fiziki olaraq da o bədən dilinə, bu əlləri o qarşıda birləşdirib dayanmaq çox orada səbir istəyən bir şeydir. Marketdə hamı sənə baxır, sizə baxır, hə, bu necə uşaq yetişdiriblər falan filan. Bu iki dəfə olur amma maksimum. Bir dəfə olur uşaq ağlayır, görür ki, sənə qalib gələ bilmədi, qətiyyətli dayandın. İkinci bir dənə də yoxlayır, daha üçüncüdən yoxlamır artıq. Sən dedin ki, yox, yox, bitdi. İşte ona görə ondan sonra başlayır artıq sosial mühitdə uyğun, doğru, dürüst davranışlar. Gəlir qətiyyətsiz davranışlar uşaqlara necə təsir edir? Qorxu və narahatlıq, nə vaxt nə olacağını və etməli ya da etməməli davranışları bilmir. Bilmir ki, məsəl üçün bunu eləsə valideyn ona necə reaksiya verər. Çünki sərhədlər yoxdur, bilinmir, aydın deyil.
izah olunmayıb. Nə olsa valideynin xoşuna gələr, nə olsa valideynin xoşuna gəlməz ya da nə olsa düz olar, nə olsa səhv olar. Uşaq bunu bilmir çünki heç vaxt izah olunmayıb. Və davamlı o qorxu və narahatlıq olur. Bayaqki random demişdim, xatırlayırsa 4 valideyn tipindən ikincisi random idi və dedim ki, bu haqda təlimdə bir daha toxunacağıq bu mövzuya. İşte baxın bu odur. Yəni o valideyn məsəl üçün deyək ki, qaydanı mən uşaqlara izah eləməmişəm, amma tələb eləyirəm. Bu bir haqsızlıqdır, yəni. Öncə izah eləməm lazım, sonra tələb eləməm lazım. Bu sinifdə də elədir, evdə də uşaqlarla olan davranışlarda elədir. Bu və qorxu və narahatlıq ondandır. Və davamlı o stres altında olur o uşaqlar. Sonra böyüyəndə də bütün münasibətlərində baxın, o qarşılıqlı, əks cinsə qarşı olan münasibətlərində də, dostluq, yoldaşlıq münasibətlərində də, iş münasibətlərində də eyni qorxu və narahatlıq yaşayır. Çünki qarşı tərəfin ona necə bilmir ki, məsəl üçün sevgili ilə necə davranmaq lazımdır, qızla necə davranmaq lazımdır, oğlanla necə davranmaq lazımdır, nə eləyəndə yaxşı olar, nə eləsə yaxşı olmaz. Davamlı o narahatlıq yaşayır. Ta ki fərqinə varana qədər. Fərqindəlik ən böyük addımdır. Ki o baxır ki, onda bir şeylər yolunda getmir və gedir mütəxəssisə danışır. Mütəxəssis də onun işte o məşhur psixoloqlarına edilən zarafat uşaqlığına enir və problemləri tapır. Ondan sonra başlayır ki, artıq sən davranışlarını bu şəkildə düzəltməlisən. Bu ən yaxşı ehtimaldır. Davranış pozuntuları, uyğunsuz və şımarıq davranışlar. Şımarıq sözünün Azərbaycancasını tapa bilmədim. Elə yazdım. Bəlkə də var tam qarşılığı. Qudurğan biraz çox kobud çıxır. Ona görə şımarıq yazdım. Davranış pozuntuları da məsəl üçün yenə o market misalından keçdik. Yəni yoxu başa düşməyən uşaq deyək ki. Yoxu başa düşməyən uşaq. Yəni burada da başa düşmür, gedir, getdiyi yerdə də başa düşmür. Sabah məktəbə başlayır, orada da başa düşmür. Və bu ta ki o sərt bir qayaya rast gələnə qədər, hətta sərt yox, kobud bir qayaya rast gələnə qədər bu davam edir. Niyə? Çünki sərhədlər qoyulmayıb. Ona o öyrədilməyib ki, bu elədiyin şey yanlışdır, bu elədiyin şey başqalarını narahat edir, bu elədiyin şey sən haqqın yoxdur və s. və s. Valideyni idarə etmə cəhdləri istədiyini əldə etməyin uyğunsuz yollarını tapır. Məsəl üçün, qışqıraraq ağlamaq, bağırmaq, qapını vurub çırpmaq. Məsəl üçün, 8-ci sinif ya da 7-ci sinif valideynləri mənə deyəndə ki, müəllim, uşağın əlindən telefonu, planşeti ala bilmirik. İnanırsınız, mənə elə bir başından qaynar sular tökülür ki, yəni, necə yəni? Yəni? Sən koskoca bir adam, 30 neçə yaşında, 8-ci sinif uşaqlarının valideynləri yəqin ki, 30 plusdur yaşı. Yəni, çox nadir olar yəqin ki, 30-dan az yaşı olan və 8-də oxuyan bir uşaq olan valideyn. Yəni necə yəni uşaqdan ala bilmək? Bəs bu uşaq 11-də oxuyanda nə edir? Yəni səni türklər demiş, evirət-çevirət çırpar ki, onda səni. Sənin də telefonunu əlindən alar, sənin də planşetini əlindən alar. Yəni 8-də oxuyan bir uşaq niyə? Məsələn, soruşanda deyir ki, fiziki olaraq gücüm çatır, mən qorxuram ki, nəsə eləyər. Yəni o qapını çırpmağı, nə bilim, nə etməyi və s. Bunlar gör səviyyə hara gəlib çatıbsa, artıq o qədər bir qətiyyətsizlik var evdə, o qədər avtoritarlıq yoxdur. Bilinmir evdə kimdir rəhbər, kimdir dominant olan, kimdir başçı, kimdir rəis, kimdir tabe olunan, kimdir tabe olan. Bu o qədər qarışıb ki, artıq ortalıq qarışıb, məzhəb pozulub ki, uşaq artıq orada gəlib bu davranışları sərgilə bilir və valideyn onun qarşısını ala bilmir. Ona görə də başlayır valideyn idarə eləməyə. Qorxduğu sözləri deyir, özümə bir şey eləyərəm, onu eləyərəm. Qapını vurur, bəs eləyir, ağlayır, bəs eləyir. Və valideyn də həmin o manipulyasiyaya gəlir. Uşaq da tutur ki, hə, bunu deyəndə işə yarayır. Bayaq başda da dedik, uşaqlar möhtəşəm müşahidəçidirlər. Bizim hər halımızı, hər hərəkətimizi müşahidə edirlər və oradan özlərinə bir mütləq pay çıxarırlar. Qaydalara qarşı etinasızlıq bədəl ödəməyəcəyi, deyilən sözün cəza ya da hədiyyə edilməyəcəyi üçün ölçü götürmür. Yəni qayda qoyulur, amma uşağın heç vecinə deyil, belə deyək. İndi burada çox kibar yazmışam, etinasızlıq, amma onun loru ifadədə bizim o anki o anla üzləşəndə gələn reaksiyamız, refleksimiz odur ki, heç vecinə də deyil. Niyə? Çünki bilir ki, onsuz da o qayda qoyulsa da izlənməyəcək. Yəni dildi, amma qətiyyət yoxdur. Yəni bunu eləyə bilməzsən dedi valideyn, amma uşaq onu elədi, heç bir bədəl ödəmədi. Və dolayısıyla uşaq onu yenə eləməyə davam edəcək. Sabah başqa bir mövzuda bunu eləyə bilməzsən, eləməməlisən, ya da eləyə bilərsən, ya da eləməlisən deyildiyi zaman yenə eyni uşaqda refleks eyni olacaq. Niyə? Çünki düşünür ki, onsuz da qətiyyət olmayacaq, tələb olunmayacaq və o şəkildə davam edir. Yəni bir dənə bu qətiyyət məsələsi nə qədər şey bilsək də, möhtəşəm bir baza biliyimiz olsa da, uşaq yetişdirməklə bağlı. Qətiyyət yoxdursa heç birisi işə yaramır. Sanki qətiyyət bu köynəyin ilk düyməsi kimidir.
Geri qalan düymələr hamısı, nə bilim, uşaqla davranış, danışıq, bla 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 və s. və s. Deyək ki, nə bilim, uşaqla davranışla 100 qaydası var, 100-ünü də bilirəm. Onlardan bir dənəsi də qətiyyətdir. Əgər onu istifadə eləmirəmsə, geri qalan heç birisi işə yaramır. Çünki uşağın formalaşması üçün müəyyən çərçivələri göstərməmiz lazım. Müəyyən davranışları onda formalaşdırmamız lazım. Əgər bu qətiyyət yoxsa onu formalaşdıra bilməyəcək demək. Nə qədər də ki, nəzəri olaraq bilsək də heç bir işə yaramayacaq. Ona görə cəza deyildisə ki, məsələn, deyək, ev tapşırığını eləməsən parka düşməyəcəksən. Deyildi, eləmədi və parka düşüldüsə, o uşaq yenə növbəti qaydanı da, qaydaya da etinasıya yanaşacaq. Ya da amma eyni zamanda həm də hədiyyələndirmək, əgər demişiksə, hə, bunu eləsən yaxşı, o zaman parka gedərik. Elədi, amma gedilmədi. Yenə etinasızlıq yaranacaq. Yəni ona görə uşaqdır, məsəl üçün, ə, uşağı, məsəl üçün, o belə ifadələr var da bizdə, əşi uşaqdır, ya da məsəl üçün, əşi uşaq çay içməz, əşi uşaq nə bilim neynəməz. Yəni şəxsiyyət kimi görməyimiz üçün bizim bilmirəm neçə yaşına gəlib çatması lazım adamın ki, artıq o insan deyə buna da bir nəsə soruşmaq lazımdır. Yəni, o qədər görməzdən gəlinir ki, elənən davranışlar da çox belə özümüz də etinadsız yanaşırıq da. Deyək ki, əgər özümüz etinadsız yanaşırıqsa, o uşağın formalaşmağına, uşağın dərrakəsinə, anlayışına, qavramasına, müşahidəsinə özümüz etinadsız yanaşanda eyni qarşılığı alırıq yəni. Qətiyyət və sərtlik arasındakı fərq nədir bəs? Və bunları, sərtlik hətta biraz kobudluq deyərdim. Qətiyyətdə nə var? Sakit və aydın üslub var. Nə istədiyini bilən və əmin olan üslub. Yəni mənəm istəyən tərəf, mənəm tələb eləyən tərəf, yəni formalaşma anlamında istəməkdirəm. Sakitəm və məsəl üçün deyək ki, o marketdəki misal, bu bizim cəmiyyətin ən pik nöqtələridir. O marketdəki biabırçılıq, biabır olmamaq üçün aldıq verdik. O ya da qonaq getdiyimiz yerdə, ya da evdə qapını çırpmalar, nə bilim, neynəmələr, işte ərgənlik yaşlarına girdi, keçid dövrüdür, çox təhlükəlidir falan. Bəli, bu şəkildə girərsə, orada təhlükəli olar. Amma bütün ergənlərin eyni şey olmur. İstəkləri dəyişə bilər, səs tonu dəyişir, qızların da, oğlanların da üzlərində şeylər çıxır. Azərbaycancasını xatırlamağa çalışıram. Həm şeylər çıxır, prişik tapa bilmədim sözün Azərbaycan. Sızanaqlar. Üzünə sızanaqlar çıxır və s. və s. Yəni, o anatomik olaraq da, fiziksel olaraq da keçid dövrüdür. Ciddən, hə, orada müəyyən dəyişikliklər olur. Amma ora qədər çox belə qətiyyətsiz bir ailədə, qətiyyətsiz valideynlərin əlində böyüyübsə, orada da şou göstərəcək yəni. Orada da artıq problemlər çıxaracaq. Amma ora qədər normal gəlibsə, ondan sonrası davam edəcək. O, İslamiyyətdə də var bu yanaşma, digər fəlsəfələrdə də var. Mən bunu söhbətgahda deyəndə sonra mənə bir nəfər bunu irad bildirdi ki, sən niyə bunu ancaq İslamda var deyirsən? Mən də həmin videonun o yerini açdım. Dedim ki, mən orada deməmişəm ki, sadəcə İslamda. İslamda da var, başqa fəlsəfələrdə də var. Çünki doğrudur da buna müsəlman da baxsa eyni şey görməlidir. İnsanı danışırıqsa, fərqi nədir ki, müsəlman baxır, xristian baxır ya da hansı dinin mənsubu baxır, eyni də insanı araşdıran hər kəs eyni nəticəyə gəlib çıxır. Orada 7-7-7 yanaşması var. İlk 7 il uşağa padişah kimi davranın. İkinci 7 il qul kimi davranın. Üçüncü 7 ildə dost kimi davranın. Yəni ilk 7 ildə bizim adam yerinə saymadığımız yaşlarında uşağa deyir ki, padişah kimi davranın. Çünki xarakter formalaşır. İkinci 7 ildə deyir ki, qul kimi davranın. Artıq orada çünki o keçid dövrüdür. Artıq baş qaldırdığı dövrlərdir. Sərhədləri zorladığı, sərhədləri aşmaq istədiyi dövrlərdir. Sərhədləri xatırlatmaq lazım. Azadsan, amma bayaq başda dediyimiz kimi bu çərçivə daxilində. Üçüncü 7 ildə deyir ki, dost kimi davranın. Çünki artıq padişah kimi davranıldı, xarakteri formalaşdı. İkinci 7 illikdə yetişkinlik yaşında qayda qanunu bildi. Bu ikisi birləşdi, möhtəşəm bir nəticə əldə. Artıq ondan sonra dost kimi davrana bilərsən məsələsi. İşte həmin oraların o düzgün formalaşması üçün özündən əmin olan bir valideyn duruşu lazımdır. Sakit və aydın üslubda uşağa bu səbəblərdən dolayı edə bilərsən ya da edə bilməzsən ya da buna görə bunu tələb edir kimi izahlar verir. Məsələn, uşaq evdə kömək eləmir heç nəyə. İzah eləmək lazım ki, özəlliklə hər iki valideyn işləyirsə. İşləyirsə hər iki də valideyn, məsələn, demək lazım, bax, biz də işləyirik, bu evi bərabər paylaşırıq, zəhmət olmasa hər kəs bu evdə bir işin ucundan tutacaq. Yemək süfrəsi hazırlanır, uşaqlar mütləq ki, gəlib qabları düzülməkdə, sonra yığışdırılmağında mütləq ki, kömək eləməsi lazım. Yəni, yedi işdə qaçdı olmaması lazım. Bunun düzgün bir şəkildə izah olması lazım. Yox, biz də yorğunuq, biz də bura gəlirik, ola bilər valideynləri, məsuliyyətimiz çoxdur, başa düşürük, amma eyni zamanda sizin də eləyə biləcəyiniz işlərdir. Bu evin də işlərini müəyyən qədər bölüşməmiz lazım. Sizə də bu düşür. Bunun düzgün bir şəkildə izah olunması lazım.
Amma dava dolaşma yox, sakin. Elnur müəllim, nəsə demək istəyirdiniz? Bununla bağlı bir yaşadığım bir şeyi paylaşmak isterim. Demek Buyurun. markette bizim Munir'le bir şey almak istedi. O da balacaydı o vakit. Demek bir ben farkında değildim. Bir kadın da bizi müşahede edilmiş. Benden soruştu, ben bundan almak isterim. Alabilirim mi? Dedim ki bu ay yok ama gelen ay alabiliriz. Bu ay hele ki buna imkan yoktu. Gelen ay alabiliriz. Bunu dedi ki tamam dedi, problem yoktu. Balaca uşaqda 4 yaş vardı, 5 yaş vardı, 3 yaş vardı, yadında değil. Geldi düştü yanıma, getdik başka alması şeyler vardı eve. Kadın bile dedi ki bu uşağı döye döye belə eləmişsiniz dedi. Dedim ki eylemişik. Dedi ki bu uşaq nətə bir dəfə deyən kimi düşdü yanıma tamam dedi. Çünkü bunu ne vaxt söz vermişəmsə eləmişəm. Bu arxayındır ki bu lazımsa olunacaqdır da ona göre. Nətər deyə söz verib eləyirsən ki? Benim ki mesela söz veririm o yadından çıxardır o sözü. O an razılaşır ama ben unutmuram. Üstündən bir ay 2 ay sonra o sözümü tuturam. Uşaq da bilir ki hə, artıq dedisi tamamdır, problem yoktur. Kadın yine de anlamadı. Böyle yani bir şeye gelip oturtamadı. Böyle şey olmaz da mənasında. Vallahi mən deyirəm, mən çatmadı da bu şey dedi. Belə dedi getdi. İndi deyirsə o sakit və aydın üslub. Bəli, Əslində o dediyiniz o qətiyyət onu da sağlayır, onu da gətirir. Sakit kesinlikle ben. heç bir səs-küy də qopmur. Hamı bilir ki bu söz niyə deyildi və sonrası e, Bəli. gətirir. Çünki o uşaq onun arxasını görüb ki, ata deyir ki, indi ala bilmirik, almayacaq. Sonra alacaq deyirsə, onu da alacaq. Hı hı. Onu bir iki dəfə görəndən sonra uşaqlar bizdən güclü müşahidəçidir və ondan o şəkildə davam. Çox qəşəng bir misal oldu. Çox sağ olun Əmir. Bu arada Munir 5-ci sinifdə oxuyanda ya da 4-də oxuyanda səhv eləmirəmsə bizim qış düşərgəmizə gəlmişdi. Hələ də o cümləni valideynlərlə danışanda deyirəm. Uşaqlar soruşurlar ki, valideynlər ki, bəs telefon, planşet deyirəm ki, gətirə bilirlər, amma uşaqlardan götürürük, axşam veririk bir 10 dəqiqəlik falan. Bəs deyirlər ki, uşaqlar darıxmırmı? Deyirəm ki, bir Munir adında bir uşaq var idi. 5-də oxuyurdu kampa gələndə və uşaqlara dedi ki, məni görmürdü. Mən başqa otaqda, yan otaqdaydım. O da uşaqlar deyir ki, mən indi başa düşdüm ki, yox, sağ ol. Mən başa düşdüm ki, mən planşetsizdə yaxşı vaxt keçirə bilirəmmiş. Demək ki, mən o cümləni eşitdim, o tərəfdə qəhərləndim, elədim ki, bir uşaqdan bu cümləni eşitmək möhtəşəm bir şeydir ki, uşaq özü o nəticəyə gələrkən mən planşetsizdə yaxşı vaxt keçirə bilirəmmiş. Munirin o cümləsini hələ də satıram, Elnur müəllim. Bunlar tatillerini müəllim sizin kamplara göre ayarlayırlar. Düzdür bu il nasip olmadı. Şimdi gelen Mart'a düşür tatilimiz. Deyirlər Aha. ki, başqa heç bir ölkəyə ayarlama ki, gedək orada qalaq, sonra Azərbaycan gedək. Mart tətilində o kamp vaxtına ayarla ki, o vaxt gedək çataq. Orada bir həftə, neçə gündürsə o kampda iştirak elə. Sonra başqa şeylə planlar, proqramlar qurarsın. Vay be, salam deyirsiniz Munirə. Heç Möhtəşəm bir şey. Yəni bunu o sevgini, o qayğını göstərə bilmişiksə nə xoş bizə həqiqətən də. Yəni onu uşaq alıbsa, valideynlər mən kamp haqqında danışandan sonra axırda deyirəm ki, bu danışıqlarım hamısı yalan ola bilər də. Heç kəs ayranına turş deməz. Deyirəm ki, bir dəfə gələn uşaq bir də gəlirsə, bu özü bir göstəricidir. Valideyn bir daha göndərə bilər. Deyək ki, nə bilim, ən pis ehtimalda deyək ki, başım sakit olsun deyə göndərə bilər. Amma təbii ki, faydanı gördüyü üçün göndərir. Amma uşaq istəməsə təbii ki, təkrar gəlməz. Bu da onun göstericisidir. Teşekkürler. Devam edək bu reklam arasından sonra, fasiləsindən sonra reklam kimi oldu biraz. Növbəti qətiyyət və sərt qətiyyətə aid özəllik davranışı dəyişmək məqsədi, davranışı düzəltmək hər şeydən vacibdir duruşu. Yəni o balam əzizdir, tərbiyəsi ondan əzizdir misalı kimi o misalda çox sevirəm. Yəni burada qətiyyətin məqsədi uşağı sındırmaq deyil. Uşağı pərt eləmək deyil. Özüm belə mən burada mənəm Bağdadda kör hərfi o deyil. Yəni oradakı o davranışın müsbət yöndə dəyişməsi üçündür. Uşaqla höcətləşmək deyil yəni. Hörmətə əsaslanır. Yəni fərd olaraq qəbul edir, amma davranışı qəbul etmir və izah edir.
bayaq da səhv eləmirəmsə onu dedi ki, yəni mən səni sevirəm, amma bu davranışını qəbul eləmirəm. Uşaq bilməlidir ki, özü və davranışı arasında valideynin iki yanaşması var. Valideyn uşaq deməli ki, yəni, mənim anam atam məni sevir, hər türlü sevir. Yəni sən 5 alsan sevərəm, 3 alsan sevməyəcəm, nə bilim dalaşsan sevməyəcəm diyor. Səni sevirəm. Amma bu davranışını qəbul eləmirəm və mənim o qətiyyətli duruşum sənin bu davranışına qarşıdır. Və o hörmətə əsaslanmağı da onun izahı üçündür. Bax, bu belədir, buna görədir və s. Belə olarsa belə olar, belə olmasa belə olar və s. Bu qətiyyətin arxasında bir hörmət var. Sərtlik isə nədir? Qışqırmaq, qorxuzmaq, hissləri yox saymaq, görməmək, hətta öz səhvini belə görməmək. Öz səhvini görməmək nədir? Bəzən ola bilər, dediyim kimi, bayaq da dedim ki, yəni biz nəyisə səhv bir şey istəyə bilərik, uşaqdan səhv bir şey də tələb eləyə bilərik. Amma orada onu gördüyümüz zaman geri addım ata biləcəyik. Amma o qışqırmaq, qorxutmaqda orada artıq biraz daha hardasa təhqirdə olduğu üçün demək ki, öz səhvimizi də görməyəcək, geri addım atmaq istəməyəcək. Çünki orada qurmağa çalışdığımız bir hökmranlıq var. Yəni o davranışı düzəltmək deyil. Çünki onunla davranış düzəlməz. Bu düzəlsə də qaş qayrım dərkən göz çıxarmaq kimi olur. Orada uşağın hər hansı tamam bundan sonra bir daha falan şey eləməyəcək. Amma başqa bir yanlış bir istəmədiyimiz bir vərdişi edindi orada. Hər qışqıranın qabağında susmaq kimi məsəl üçün. İtaət almaq məqsədi, yəni şərtsiz itaət gözləmək. Yəni qışqırmaq odur ki, sus, danışma. Bəlkə uşaq düzünü deyəcək. Bəlkə verdiyi izah doğrudur. Bayaq verdiyim misal, valideyn deyir ki, məsəl üçün məktəbi sevmir. Yəni bu uşaq məktəb niyə sevsin ki? Yəni biz ümumiyyətlə heç baxdıqmı ki, bu məktəb seviləsi bir məktəbdir ya da hər hansı bir şey ola bilər. Filan şey istəmir. Yəni istəyəsi bir şeydir. Tamam, ola bilər ki, uşaq dərman içmək istəmir, yatmaq istəmir. Hə, burada onu izah eləmək lazım. Ola bilər sən istəməyə bilərsən, amma bunu eləməlisən çünki sənin sağlığın üçün və s. və s. bu lazımdır. Amma məktəbi sevmək, əgər o məktəb seviləsi bir məktəb deyilsə, o məktəb, o mühit, o müəllim, o psixoloq fərqi yoxdur, o düşərgə seviləsi bir şey deyilsə, uşaqdan niyə məcbur bunu edə bilərik? Orada işte qışqırmaq, itaat, şərtsiz itaat gözləmək uşağı susturmaqdır və görməməkdir. Gücə əsaslanır verbal ya da fiziki şiddət. Yəni ya qışqıraraq sustururuq, yox sayırıq, elə ki, onun şəxsiyyətini yox sayırıq. Və bu şəxsiyyətini yox saymağın nəticəsində uşağın özgüvəni olmur, ya da pis davranışlar olur. Yəni uşaqlar bəzən pis davranışları diqqət çəkmək üçün edirlər. Sinifdə də bu olur. Sinifdə məsəl üçün görür ki, filan kəs yaxşı oxuyur. Afərin Əhməd, bravo Ayşə. Şeyin adı çəkilmir. Heç cür Hüseynin adı çəkilmir və mən baxıram ki, Ayşə kimi, Əhməd kimi dərs oxuya da bilmirəm. Başlayıram Ayşənin saçını dartıram, Əhmədin pozanını götürürəm. Hüseyn sus, Hüseyn otur, başlayır artıq adımı çəkməyə. Adın çəkilməsi də istər-istəməz. Səbəbi nə olursa olsun məni onur edir. Varlığımı gördüyünü görürəm artıq. Deyirəm ki, aha, artıq mənim də varlığım qəbul gördü. O da mənim xoşuma gəlir. Ona görə ya bu şəkildə olacaq, ya da tamamilə susan, içinə qapanan və heç nəyi paylaşmır. Məsəl üçün, iki uşaq olan ailələrdə, əgər uşaqlar arasında yaş fərqi çoxdursa, böyük ehtimal 90-95% böyüklər sakit, balacalar çox belə girişkən, çox səsli küylü olurlar. Niyə? Çünki birinci uşaq doğulur, bütün qayğını, diqqəti o alır, kraldır evdə. Üstündən 4 il keçir, 3 il keçir, növbəti bir uşaq daha olur. O fiziki ehtiyacları etibarıyla da anatomikası etibarıyla da o daha çox qayğıya ehtiyacı var və daha çox belə maraqlı, daha şirindir və şey dönür ona. Bütün diqqətlər çönür ona tərəf. Evin birinci uşağı başlayır, o görür ki, taxt əldən gedir. Ha çabalayır ki, onu geri qaytarsın, ha çabalayır geri qaytarsın. Bir müddət sonra məğlubiyyəti qəbul edəndə susur. Məsəl üçün, valideynlər deyəndə ki, uşağım çox üsyankardır, qışqırır, bağırır. Mən deyirəm ki, susanda gətirərsiz yanıma. Hələ ki, okeydir, hələ ki, yaxşıdır. Sizlə dialoqa keçməyə çalışır. İşte niyə o qışqırır, bağırır tapmaq lazımdır. İndi burada da əgər uşaq görür ki, güc var, verbal ya da fiziki şiddət varsa, susmağı seçir ya da davranış pozuntularına gətirib çıxarır. Praktik nümunələr, məsəl üçün, oyuncaqları yığılmasa, o gün istifadə edilməyəcək. Məsəl üçün, oyuncaqlar əgər qaydaya görə bir qutusu var, bir yeri var. Burada da şey eləmək lazım, qətiyyət və aydın izah lazım. Məsələn, deyirəm ki, get otağını yığışdır, gəlirəm baxmağa. Get otağını yığışdır. Nə deməkdir bu? Yəni, otağını yığışdır deyəndə kitabları, masanı yığışdırmaq, yerini də yığmaq, yoxsa şkafı da təmizləmək. Bir gəlirəm ki, uşaq masanı yığıb, amma şkafın içi nə gündədir, bazardır. Edirəm, bu nədir? Deməmişəm axı, oradan nə anla, get otağı yığışdırdan nə anladı? Hələ bu gəlib baxmağım yaxşı olan, get otağı yığışdır dedim və gəlib heç baxmadım. Qətiyyət sıfır.
Uşaq deyir ki, hansısa gəlib baxmayacaq, getdi heç düzəltmədi. Yəni orada müsbətə tərəf dəyişiklik olmur. Sadəcə sərt bir ifadə var, cəzalandırma var. Get, ümumiyyətlə o gözümə görünmə deməkdir əslində. Amma işte biraz bəzirik ki, get otağını yığışdır. Amma izah yoxdur. Necə yığışdırım, nə edeyim, onlar yoxdur yəni. İndi burada oyuncaqlar yığılmasa o gün istifadə edilməyəcək. Əgər burada deyilir və sonra tətbiq edilmirsə, demək ki, uşaq növbəti xəbərdarlıqda onu dinləməyəcək. Ekran vaxtı bitdikdə sakitcə cihaz alınır və səbəbi izah olunur. Yəni orada gətir bura, qoy dedim sənə, evdə qırğın çıxır yəni. Üçüncü müharibə, Üçüncü Dünya Savaşı çıxır yəni. Yəni orada valideyn niyə qışqırmalı ümumiyyətlə, niyə bağırmalı, nə ehtiyac var buna yəni? Yəni sözü o qədər mi keçmir ki, qışqırma ehtiyacı duyur? Mesela bu sinifdəki müəllimlər üçün də keçərlidir. Müəllim əgər ilin başından o xarizmasını qorusa, o reputasiyasını qorusa, bir dənə əllərini bax sinəsində belə birləşdirib dayanmağı uşaqların susmağına bəs eləyərkən, yetəcəkkən o qışqırır, yenə də uşaqlar susmur. Çünki artıq bir xarizma, bir reputasiya qalmayıb deməkdir. Eyni şey də evdə olmamalıdır. Evdə olmalıdır. Yəni ya da olmamalıdır, hansı ki qışqır bağır olmamalıdır. Yəni planşetin vaxtı bitdi, zəhmət olmasa yerinə qoy. Bir dəfə bir valideynlə söhbətləşmişdim illər əvvəl. O dedi ki, oğlum qızımın saçını kəsib, balaca idi uşaqlar, birinin 3-4 yaşı vardı, o birisində 5-6 yaşı vardı. Qız böyük idi, oğlan balaca. Mən dedim, sən niyə qayçını uşağın əli çatmayası yerə qoymursan ki? O da qayıtdı mənə dedi ki, yox, qayçı öz yerində durmalıdır, amma o uşaq bilməlidir ki, o qayçından nə etmək olar, nə etmək olmaz. Baxdım ki, mən səhv yanaşma eləmişdim. Hə, düz deyirsən. Düzdür. Uşağın yaşına görə təhlükəsizliyindən ötəri müəyyən şeylərin yeri fərqli yerlərə qoyula bilər və s. bunlara diqqət etmək olar, amma o uşaqlar elə yaşdaydılar ki, əslində qayçıdan istifadə etmə qaydalarını bilməli idilər. Baxdım ki, onun yanaşması doğrudur. Disiplini, uşaqlar qaydanı, qanunu Baxsa, öyrətmək lazımdır. Nəinki əşyaların yerini dəyişmək. Mən xatırlayıram ki, bir qohumumuz vardı. Biz onlara gedəndə qoynumuzda sep varsa onu çıxardırdıq, saat varsa onu çıxardırdıq, üzük varsa onu çıxardırdıq ki, o istəyəcək, nə eləyəcək deyə. Bir gün atamdan gedəndə atam dedi ki, biz başladıq qardaşımla aksesuarları çıxartmağa. Atam nə edirsiniz? Dedi ki, heç nə də evə gəlib çatır, o zəhləmizi tökür, istəyir falan. Dedi ki, taxın geri. Yaxınlaşanda atam dedi ki, uzaq dur, bunlar oyuncaq deyil. Bundan oynamaq olmaz, onlar onlarındır və s. və s. Bir daha da uşaq yaxınlaşmır. O günə qədər o uşağa onu deyən olmamışdı ki, biz də uşaq idik, təbii ki, onu deyə biləcək şey də deyildik. Və uşağa izah olundu ki, yox, bu sənlik deyil. Biraz da sərt və qətiyyətli üslubda bir daha da uşaq onu istəmədi. Bir daha da istəmədi. Demək ki, demək lazımdır yəni uşağa uyğun üslubda. Uşağın ağlaması qaydanı dəyişdirməməlidir. Ən zəif tərəflərimizdən. Özəlliklə məsələn bu bəzən də onların üstünə atmayaq. Nənə babalarda da olur deyə. Çünki nənə baba ilə yaşayan uşaq nənə baba ilə yaşamayan uşaqlardan çox daha azdır. Amma bu problem çox adamda varsa, demək ki, sadəcə problem nənə babada deyil. Bəzən olur ki, atalar gəlib evdə qəhrəman olur. Axşam saat 9-da 10-da gəlir. O gün boyu yazıq orada ana onu olmaz, bu olmaz qaydanı qoruyub saxlamağa çalışır. Ata evə gələndə dəstək olacağına, aslan oğlum, nə bilim, mənim prenses qızım, götür oyna. Hoppa, bitdi. Qayda yoxdur. Ananın reputasiyası düşdü. Uşaq da kef edir. İndi o gözləyir ki, uşaq ata gəlsin, qaydalara pozsun. Ya da uşaq ağlayır, ona dözəmir. Mənim aslan oğlum ağlamasın, nə mənim prenses qızım ağlamasın. Mən qız atası deyiləm, ona görə qız atası olmağın çətinliyini bilmirəm. O da şirin çətinliyini belə deyək. Amma fərqi yoxdur. Yəni uşaq uşaqdır. Yenə bayaq o dediyimiz söz, balam əzizdir, tərbiyəsi ondan əzizdir. Bu kimi hallarda uşaq bir dəfə ağlayanda istədiyi verirsə, tamam, onunla da olay bitdi. Yəni təbii ki, bu dəyişməz demək deyil, amma davamlı biləcək ki, ağlayanda düzəlir. Valideyn və müəllimlərə tövsiyələri yazmışam, bura qeyd eləmişəm. Müəllimlər də ola bilər içimizdə deyə ki, hansı ki, müəllimlərin də sinifdə istifadə edə biləcəyi, etməsi gərəkən şeylərdir. Qaydaları əvvəlcədən izah etmək lazımdır. İzah et, sonra tələb et. Bayaq da demişdik, izah hörmətdir deyə. Qaydaları əvvəlcədən izah eləmədən onlardan tələb edə bilmərik. Öncə izah etsək çox faydalı olacaq. Çünki görəcək həqiqətən də uşaq sayıldığını, sevildiyini görür, özünün varlığını, yetişkinliyini hiss eləyir. Bu biraz da nəyə oxşar bilirsinizmi? İş yerində gənc əməkdaşlara, yeni əməkdaşlara bəzən sən səhv eləmə haqqı verirsən. Mesela bizdə Edulmaz təhsil mərkəzində ingilis dili təhsilinə məşğuluq. Satış üçün yeni xanım götürəndə 1-2 həftə mən ona təlim keçdim, onun yanında özüm zəng elədim. Dedim, bundan sonra danışıb itirdiyin tələbə sənin qurbandır, heç nə olmaz. Tellərinə qurban. Amma danış, qorxma. Yəni ona o itirmə şansını, səhv eləmə şansını verməsən, o düzəlməyəcək yəni.
Amma başdan hər şeyi izah edək. Bu belə olmalıdır, belə olmalıdır, belə olmalıdır. Belə danışmalısan, belə deməlisən, belə izah eləməlisən. Bu mövzuları əsasən bunları mütləq çatdırmalısan da bundan sonra da artıq sən qorxmadan addım atmalısın. Qaydaları da əvvəlcədən izah eləmemiz lazım ki, sabah uşaqdan tələb eləyəndə tələb eləyə bilək ki, nəyi, niyə istəyirik. O uşaq bilsin ki, bunu pozanda nəyi pozmuş olur, əslində nəyə qarşı səhv eləmiş olur. Sakit qalın, amma qərarlı olun. Sakitlik əminliyi göstərir. Yəni orada uşaqla höccətləşmək, qışqırmaq, bağırmaq, səs qalxırsa, baxın, səs qalxırsa hörmət düşür deməkdir yəni. Söz keçmir. Səsin qalxmağı söz keçmir deməkdir. Yəni sözü keçirmək üçün səsimizi qaldırırıq. Yəni sözümüz səsimizi qaldırmadan keçmirsə, aha, bu o qonq, 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 o həyəcan təbii çalır deməkdir. Ki artıq demək ki, hardasa nəyisə dəyişmək lazım mütləq. Burada ola bilər ki, bax, ana ata ilə ana ata arasındakı iş birliyi olması lazım. Yəni genəldə bu işi pozanlar, mən etiraf edeyim ki, atalar olur, evə gəlir, qəhrəman olur. Yəni axşama kimi evdə olmamağını bir şəkildə kompensasiya eləmiş olur. İyi polis, kötü polis deyirlər türklər ona. Ana olur kötü polis, ata olur iyi polis. Bunu bəlkə də 20, 25, 30 yaşına çatanda uşaqlar anlayır ki, əslində doğru eləyən anaları idi deyə. Orada o bərabər anlaşıb, bərabər qərar vermələri lazım. Çünki o ata sabah işə gedəndə ana qışqırmadan elətdirə bilməyəcək. Çünki reputasiya düşdü artıq. Müsbət davranışı tərifləyin. Mənfinin bədəlini ödəyən uşaq müsbətin də təqdirini almalıdır. Düzəlmədə böyük rolu var. Uşaq görməlidir ki, ancaq tənqid, ancaq qayda, ancaq qanun yoxdur. Yaxşı bir şeylə də aferin, bravo, təşəkkür edirəm, çox sağ ol. Deməsi lazım ki, yenə orada uşaq görür ki, yəni, böyük adamdır, mənə təşəkkür edir bu davranışıma görə. Demək ki, mənim adımın çəkilməyi sinifdə məsələn olur ki, uşaq görür ki, yəni, yaxşı bir şeylə də adı çəkilə bilirmiş. Ona görə hər fürsətdə belə abartmadan, ayda elə sanki dağı üstünə qoymuş kimi eləmədən çox abartmağa da ehtiyac yoxdur. Çünki həyat onlara hər zaman təşəkkürü abartaraq eləməyəcək. Reallıqlarla rastlaşanda bizim elədiklərimizlə reallıq arasındakı böyük fərq uşağın içində böyük bir dərd ola bilər. Ona görə onu da abartmırıq, balansını da eləməmiz lazım, amma mütləq təqdir eləməmiz lazım. Uşaq görməlidir ki, bizim onunla problemimiz yoxdur. O deyə şəxsi qəbul eləmə də, nothing personal. Yəni özünə şey götürməyin, elə bil ki, sənin özündən deyil problemim. Bu görürsən, yaxşı davranışlarında təqdir eləyə bilirəm, yəni. Səndən bir dərdim yoxdur. Hər yaş üçün uyğun sərhəd seçin. Hər bir qaydada uşağın yaşı nəzərə alınmalıdır. Bayaq da dedim onu, məsəl üçün, ola bilər ki, ondan istədiyimiz şey fiziki olaraq eləyə bilməyə bilər. Mental olaraq ona çatmaya bilər. Özəlliklə boyu hündür olan ya da kök olan, iri, yaşına görə daha böyük, daha iri, fiziksel olaraq daha iri, daha böyük olan uşaqlarda bu şey yaşanır. Bu onu elə bir ki, adam böyük uşaq kimi qəbul edir. Yəni uşağın 9 yaşı var, amma sanki 13 yaşında, 14 yaşında bir uşaqla danışır kimi hiss edib, beyin aldanır orada və uşağa daha belə bir uşaqdan daha böyük şeylər gözlənilə bilir. Bunlara diqqət eləmək lazım ki, elə bilməyəcək şeyləri istəyib uşağı pərt eləməmək və sonra da ona təbii ki, əsəbləşməmək üçün. Ən əsası sevgini itirmədən sərhəd qoyun. Səni sevirəm, amma bu davranışını sevmirəm və icazə vermirəm. Səni hər şeyə rəğmən sevirəm. Bunu daha öncəki təlimdə demiş ola bilərik, təkrar deyim. 3 növ sevgi var. Əgər, çünki, rəğmən sevgisi. Əgər sevgisi odur ki, səni əgər 5 alsan sevərəm, əgər sertifikat alsan sevərəm, əgər nə bilim, onu eləsən sevərəm. Bir var, çünki sevgisi, səni sevirəm, çünki 5 aldın, səni sevirəm, çünki sertifikat aldın, səni sevirəm, çünki ağıllı apardın özünü, səni sevirəm, çünki birinci yerə çıxdın. Bir də var, rəğmən sevgisi. Yəni 5 almadın, buna rəğmən səni sevirəm, sertifikat almadın, buna rəğmən səni sevirəm, filan şey elədin, buna rəğmən səni sevirəm, amma elədiyin şey yanlışdır, bir daha eləmə və burada da onu vurğulamışıq ki, şey olması lazım. Yəni, uşaq bilməlidir ki, problem onun davranışı iləndir, özünün şəxsi ilə deyil, yəni onun şəxsiyyətini hər zaman sevirik. Yekun mesaj olaraq da deyərdim ki, uşaqlarımıza sərhəd qoymağımız onları sevmədiyimizdən deyil, onları güvənli və güclü yetişdirmək istədiyimizdəndir. Yəni sonra belə xaraktersiz uşaq olmaması üçün, baxın, bu çox ağır bir sözdür uşaqla bərabər o xaraktersiz sözünü yan-yana qoymaq ağır gəlir. O bayaq dediyim məsələ var, böyüyəndə düzəlməyəcək. Həmişə deyirəm ki, bir gün uşaq tərbiyəsindən bağlı kitab yazsam adını elə qoyacağam, böyüyəndə düzəlməyəcək. 3 yaşında artıq çox gec olacaq. Belə bir kitab var, çox maraqlı bir kitabdır, tövsiyə edirəm oxumanızı. Yapon yazıcı və
İşte o karaktersiz olmaması için bu da yetişkinler olarak etrafımızda, iş yerimizde, qonum qonşumuzda, hətta qohumlarımızda belə karaktersiz insanlar vardı. Təəssüf ki, bu kaçınılmaz bir şeydir. Ve bu karaktersiz insanlar belə formalaşır. Yani o zamanında sərhədləri olmayan, zamanında bədəl ödəməyən, mesela bizim cəmiyyət bədəl ödəməyən insanlarla doludur. Yani niye? Çünkü biz mesela şu şey vardı, deyək ki, əşnəm evin balacasıdır, əşnəm evin böyüyüdür, əşi yazıqdır, əşi elədir, əşi belədir deyə hər şeydə bir bəhanə tapa bilirik. Mən bir xüsusi təyinatlı məktəbdə işləyirdim. Orada 3 kurs idi, yəni 9, 10, 11 orada oxuyurdular. 11-ci siniflər üçün dedilər ki, əşi axırıncı ilidir. 9-cu siniflər üçün dedilər ki, əşi hələ yenidir, birinci ilidir. 11-lər üçün dedi, axırıncı ilidir. Ortadakılara dedim, bəs bunlar nə deyəcəksiniz? Bu da dedi ki, əşi bunları yarılayıblar da. Bəs kimə bədəl ödətək yəni? Və sonra da o uşaqlarda elə o çox biraz ağır ifadə olacaq bəlkə də bir harınlamış bir şəkildə hər hansı bir çaba sərf eləmədən, heç bir bədəl ödəmədən qarşılıq istəməyə başlayacaq şeyə gəlib çatmışdılar. Çünki onu o yetişkinlər, o böyüklər, o müəllimlər, pedaqoqlar eləmişdi. Halbuki pedaqoqdur yəni baxın. Onları o hala gətirmişdi. Orada uşaqlarda qınayası bir şey yoxdur. Ona görə cəmiyyətdə bizdə o şey çoxdur. Yəni belə bir aşırı yazıq gəlmə, nə bilim, məsələn uşaqdır, deyir ki, e, kəsilib uşaq çox zəif bir qiymət alıb və gələcəkdə bu adam davam eləsə, bunun tabeçiliyinə çox sayda insanlar veriləcək. Məsələn, müəllimin birisi qalxdı, ayağa qəhrəman oldu. Dedi ki, bu uşağın anası Əhmədidə piraşki satıb böyüdüb bu uşağı tək başına. Ura, 500 nəfər alqışladı, bravo. Mən də əlimi qaldırdım ki, yaxşı bu uşaq vətən övladıdır da, yaxşı anası piraşki satır. Mən başa düşürəm ki, çətindir. Başa düşməyəcəyim qədər çətindir. Mən onu yaşamamışam. Amma sabah bu uşağın əlinə bir 40 nəfər, 50 nəfər verəcəksiniz. Bəs onlar vətən övladı deyil. 500 lira bayaqdan alqışlayan heç kəsin səs çıxmır. Bədəl ödətməmək. Tamam da yəni bu adam şans verildi, oxumadı, getsin taksi sürücüsü olsun, taxta ustası olsun, nə bilim turizmlə məşğul olsun, maşın sürsün. Ayıb deyil ki, yəni hamımızın yaxın ətrafımızda vardır bu işi görənlər. Halal pulunu qazansın yəni, mütləq də falan vəzifədə mi olmalıdır? Və bu şəkildə bu yazıq gəlmələr əslində e, nəyə mal olduğunu, nəyə səbəb olduğunu bilsə, əslində heç kəs onu eləməz də, yenə də o məsələnin fərqində olmama, dərinliyini bilməmə. İstəmək uşağın haqqıdır. Bu möhtəşəm bir cümlədir. Tez-tez bunu deyirəm hər yerdə, hər fürsət tapdığım yerdə. İstəmək uşağın haqqıdır. Verməmək valideynin borcudur. Hər istədiyini verərsək, uşaq artıq bir yerdən sonra nə verilənlərin qədrini bilər, nə də istəməyin sərhəddini bilər. Ona görə istəmək uşağın haqqıdır. Bax, bu yarım bir dənə cümlədir. Bayaqdan danışdığım bütün mövzuları bu iki cümlə bəlkə də şey deyir. Bu bir dənə cümlə, iki hissəli bir cümlə özətləyir. Məsələn, istəmək uşağın haqqıdır. Yəni o deməkdir ki, səssizcə dinlə, istəsin, dilə gətirsin, ifadə eləsin. Dinlə səssizcə. Bayaq nə demişdik? Onu varsaymaq, hörmət eləmək, onu dinləməkdir, empatiya qurmaqdır. Bir də axırda deyir ki, mən səni başa düşürəm, verməmək valideyn borcu. Amma mən sənə bunu verə bilmərəm. Amma mən sənə bunu icazə verə bilmərəm. Amma sən bunu edə bilməzsən. Bu da bizim borcumuzdur. Bu görüşdən sonra özümüzə soruşacağımız suallar. Ümumiyyətlə hər hansı bir seminar təlimi olanda ya da dərs olanda o dərsdən, seminardan o görüş deyək, adını nəsə texniki bir ad verməyə ehtiyac yoxdur. Görüş deyək. Bu görüşdən sonra istəyirəm ki, hər kəs bir əli dolu getsin, bir nəsə fərq yaransın. Yəni, o ingilis demiş before after, öncəsi və sonrası nəsə olsun. Məncə bu iki dənə sualı özümüzə soruşa bilərik ki, mən hansı mövzularda qətiyyətsizəm ya da qətiyyətsizik? Burada ər-arvad iki ana-ata qoşulanlar varmı bilmirəm. Ümid edirəm ki, vardır. Olmayanlar inşallah qoşulmayan tərəfə bunu izlətər, əgər varsa, bərabərlərdirsə, tam bütöv ailədirsə. E, ki hansı mövzularda qətiyyətsizlik biz? Haralarda boşluq buraxırıq? Yəni birinci qətiyyətin nə qədər önəmli şey olduğunu ümid edirəm ki, biraz daha yaxşı fərqinə vardıq. Burada məsələn telefon məsələsi, sosial şəbəkə məsələsi, yaşlılarla qarşılaşdıraraq qərar vermək məsəl üçün ən böyük bəladır da bu dəqiqə bu telefon və sosial şəbəkə. Sinifdə hamının var. Yəni sinifdə hamı başını divara vursa, bizim uşaqlığımızda ən çox verilən misal idi, düzdürmü? Çıxsa özünü binanın başına atsa, sən də atacaqsan, həmişə elə deyilir də. Yəni uşaqlığına, yəni belə baxıram ki, o misala təkrar ehtiyac var, yəni təkrar dil etməliyik o misalı. Yəni hamı başını divara vursa, uşaq vuracaq, yox. Yəni uşağa da bunu demək lazımdır. Yəni sinifdə hər kəsin telefonunun olması bu davranışın ya da bunun doğru olduğu mənasına gəlmir.
İndi orada uşağa onu deyə bilmərik, amma bu o valideynlərin yanlış qərar verdiyi mənasına gəlir. İndi orasını uşağa deməyə ehtiyac yoxdur. Amma deyir ki, bu sənin üçün hələ ki doğru deyil. Bununla bağlı mən deyim, The Social Dilemma adlı bir film var. Netflix'te var, amma ola bilsin ki, yəqin ki, digər normal internetdə tapa bilərsiniz, ödənişsiz izləyə bilərsiniz. The Social Dilemma. Türkçəsi də var, ingiliscəsi də var, başqa dillərdə var mı bilmirəm. Möhtəşəm bir filmdir. Təxminən 90 dəqiqəlik bir filmdir. Sənədli film və film ortasında tadında belə bir şeylik və qarışıq bir şey. Mütləq övladlarınızla izləyin. 8-9 yaşdan yuxarı hər kəsini izləyə bilərsiniz. Telefonun, sosial şəbəkənin uşaqları. Orada Twitter'ın, Facebook'un, Instagram'ın ən təpəsindəki insanlar danışır. Hansı ki artıq onlar orada işləmirlər. Qarşı çıxıblar. Məsələn, like-ı kəşf edən adam orada danışır ki, like-ı kəşf edərkən ki, niyyətimiz nə idi, sonra söhbət hara getdi. Deyir ki, mən sonra Twitter'da işləyən birisi deyir səfərləmə, deyir ki, bunu eləyən mənəm, bizik eləyən. Amma özümüz də o telefondan qopa bilmirik. Deyir ki, mən evə gedərkən maşında qoyurdum telefonu, elə qalxırdım yuxarı. Görüm ki, idarə eləmirəm, özümü kontrol eləmirəm. Baxın, yetişkin adamlar və bu işi eləyən adamlar deyə bunu icad edən insanlardır. Ona görə o filmi uşaqlarla izləmənizi kesinlikle tövsiyə edərdim. Ona görə birinci sualımız da hansı mövzularda mən qətiyyətsizəm? Və uşaqlar yatmaq mövzusunda mı, diş fırçalamaq mövzusunda mı, telefon mövzusunda mı, dərs oxumaq, kitab oxumaq, hansı və necə olur mən bu qətiyyətsizləşirəm? İkincisində də bu ikinci sualda qətiyyətsiz olma səbəbim ya da səbəblərim nədir? Rahat olmaqdır. Məsələn, uşağa istəyirəm ki, telefonla oynamasın. Amma telefonla oynamasa məşğul olmam lazım ya da bunu izah eləməm lazım ona, nəysə apar oyna. Buna görə mi edirəm? Ola bilər. Var yəni cəmiyyətimizdə mi deyirəm burada yoxdur. Başdan eləmək üçündürmü? Vaxt ayırmamaq üçündürmü? Fərqində olmadığım üçündürmü ki, o telefonla nə qədər zəhərlənir o? Qıymamaqdandırmı görəsən? Ay da hamını var, qoy verim balam da telefonu olsun balamın. Yoxsa ürəyim dözmür, ona görədim, ağladı, apardım, telefon verdim, ona görədimi? Bu iki sualı lütfən hər kəs özünə soruşsun və bir ər-arvad arasında söhbətləşmə olarsa, varmı qətiyyətsiz olduğumuz yerlərimiz? Varsa bax oradan nəsə bir boşluqlar, problemlər çıxacaq deyə bunlar haqqında danışmanızı istəyərdim. Burada bir şey deyəcəydim, ağlıma gəlmişdi. Unuttum, qətiyyətsiz olma səbəblərini rahat başlayan vaxt ayırmamaq, fərqində olmamaq, qıymamaq, ürəyim dözmür və s. Yox, yadıma düşmədi, istədim xatırladım özümə, olmadı. Diqqətiniz üçün təşəkkür edirəm. İndi suallar hissəsinə keçə bilərik. Burada chat bölməsinə yazılıb, Elnur müəllim, icazə versəz mən ora baxım, paylaşımda saxlayıram. Buyurun müəllim. Mən də oxuya bilərəm, siz də oxuya bilərsiniz. Necə rahatsınız? Və mən açım görək. Ya da səsli də insanlar soruşa bilər, amma da yazıblarsa onu da oxuyaq. Bayram təbrikləri var, çox sağ olun. Təşəkkür edirəm. Duamıza amin deyilib, sevə bilir sözünüz qəlbimi sızlatdı. Sevə bilir sözünüz qəlbimi sızlatdı yazıb bir valideynimiz. Bəli, yəni biz bəzən sevərkən zərər verə bilir. Ora sevə bilmək əslində biraz daha texniki mərhələsidir işin. Salam aleyküm, 3 yaş 7 aylıq qızım. Allah saxlasın, hansısa bir xırda bir şeyin üstündə belə olsa, istədiyi olmayanda yerə uzanır, ayağını o qədər çırpır ki, yerə tabanın ətini partladır. İndi də başlayıb üzünə gözünü çarpmağa. Atası deyir ki, bu onun xasiyyətidir, sən onu qoyma ağlamağa. O nə istəsə istəyən kimi birincidən versin, o belə etməz. Ancaq qızım üçün fərqi yoxdur, istədiyi nə olur olsun. Məsələn, balaca qardaşı körpədir, onu yerə qoy deyib çox ağlayır, bayaq dediklərimi edir. Bəs belə uşağa qarşı necə yanaşmaq lazımdır? 9 yaşlı qardaşı isə ona çox sərt davranır. O uşağı yerə qoymaq məsələsində bəlkə də ola bilsin ki, qısqanmış ola bilər. O uşağa ayrıca vaxt ayırmaq olar. Sənin vaxtındır deyə, məsələn, o uşağı balacanı kiməsə verib, ataya verib, nənəyə verib, böyük qardaşa verib. İndi səndən biraz bəlkə ola bilər. İndi mən buradan bir dənə sadəcə bu mətni oxuyub qərar verə bilmərəm, oradakı problem nədir, nədən qaynaqlanır. Amma bir üsyanı var uşağın. Birinci onun qaynağını tapmaq lazım. Ola bilsin ki, qısqanıb, bu normal bir şeydir, ola bilər. Amma yoldaşınızdan razılaşmayacağım. Uşağın xasiyyətidir. Belə bir şey olmur, belə xasiyyət olmur. Bu xasiyyət halına gələr, əgər siz davam etsəz, nə istəsəz versəz, bu belə də davam edəcək. Burada gördünüz ki, da bu istədiyini eləməmək olmur. Danışmağı yoxlayın. Deyin ki, okey, sən ağlayıb bitirəndə biz səninlə danışacağıq. Və zaten o film, belə videolar da var da, maraqlı, uşağı nəsə əlinə verirlər, o dəqiq hop dayanır. Məsələn, istədiyini eləsəz, o anda kəsir, düzdürmü, ağlamalı. Demək ki, bu zaten istədiyini elətdirmək üçündür. Belə eləmişsiniz vaxtı ilə böyük ehtimal, indi də artıq onu eləməyə görür ki, o işə yarayır və davam edir. Onu lütfən, onu mütləq
dayandırmanız lazım. Amma çalışın ki danışın. Düşünməyin ki 3 yaşı var ki başa düşməz. Başa düşər və lazım olsa da professional dəstək almağa baxın. Məsələ böyümədən lütfən çalışın ki professional dəstək alasınız. Amma qısqanma məsələsini nəzərə alın. Elə özünə ifadə. İndi səninlə oyun saatımızdır. Bax, indi səninlə oynayacağam. Yəni, balaca bacı ilə işte falan kəs oynayacaq. Mən də səninlə oynayacağım. Balaca bacıya da qardaş bilmədim. Belə. Salam aleyküm. 12 və 13 yaşında oğullar. Aleyküm salam. 12 və 13 yaşında oğullarıma telefon və kompüter üçün sərhəd qoysam da gecə hamı yatandan sonra qalxıb bəzən oynayırlar. Başa salmağa çalışsa da yenə eyni şeylər təkrar olur. O zaman kod qoymanız lazım. Bayaq düz dedim ki, uşaq orada olmalıdır, amma uşaq qayda qanunu bilməlidir. Uşaqdır, bu özünü, nəfsini idarə edə bilməyə bilər, kontrol edə bilməyə bilər ki, bu da normal bir şeydir. Və ona görə siz ya otaqdan onu götürməlisiniz, ya da kodu siz qoyun. Siz qoydunuz, siz açdınız. Onlar gecə durub onu edə bilməyəcəklər. Wi-Fi bağlaya bilərsiniz, Wi-Fi kod qoya bilərsiniz. Lazım oldu siz aça bilərsiniz. Müəyyən vaxt artıq 12-13 yaşlardır, biraz da böyüyüblər, yetişiblər. O deyəcək ki, kod qoyuruq, bundan sonra belə olmayacaq, bitdi belə. Sərt, qəti bir şəkildə onu deməniz lazım və eləməniz lazım. Bir yerdən sonra artıq nə vaxt ki, görsəz ki, bu artıq etibar eləmək olar. Onlara bunu da belə izah eləmək lazım ki, ola bilər siz çox vərdiş elədiyiniz üçün bunu saxlaya bilmirsiniz. Biz sizə belə kömək eləməli olacağıq uşaqlar. Baxdıq, bunu yoxladıq, bu olmadı. Siz gecə də durub oynayırsınız. Yəni siz özünüzü idarə edə bilmirsiniz kimi eləməmək lazımdır. Anlayırıq, sizi anlayırığı göstərmək lazım ki, mən başa düşürəm ki, siz bunda özünüzü saxlaya bilmirsiniz. O zaman biz başqa bir addım atmalı olduq və artıq bundan sonra kodu biz qoyuruq və s. və s. ya da işte interneti bağlayırıq bu şəkildə. Salam, bəs əkiz uşaqlara necə, uşaqlarla necə? Yəqin ki, orada o tərəfkeşlik məsələsini nəzərdə tutursam, o sualı tam anlamadım. Lütfən onu təkrar izahlı yazsaz yaxşı olardı. Salam, xahiş etsəm bugünkü webinarınızın zapisini WhatsApp qrupu bu Enur müəllim sizə aiddir. Cevabı yazmış zaten. Ailece dinleyenler var mı? Filmin adı nece oldu? Filmin adı burada Nuray Hanım yazıp Social Dilemma diyese The Article'ı da var. The Social Dilemma. Fərq yox. Social Dilemma yazsaz çıxar burada metin bölməsində var. Mesaj bölməsində. Çox maraqlı bir oldu. Çox sağ olun. Zəhmət olmasa video qeydi. Okey, bu da Enur müəllim sizə baxır. Çox sağ olun, çox verimli bir oldu. Təşəkkürlər. Mən də sizə təşəkkür edirəm. Nəsə yenə sualınız varsa, istəsəz belə səsi açıb soruşa bilərsiniz ya da yazaraktan soruşa bilərsiniz. Var olun. Teşekkürler müəllim. Təcrübənizi, bilginizi paylaşdınız. Bu məsələ belə bizi cəmiyyət olaraq yıxıb sürüyən bir məsələdir. Önündə dura bilmirik. Qətiyyətli ola bilmirik. Siz mesela atalar dediniz, anaları daha çok duygusal yönden uşaqlar ələ keçirə bilirlər deyə o qətiyyətli analar da pozular. Sonra atalar dediğimiz işten gelme meselesi çok adamda da o var. Böyle biraz karışık meselede. Hamı fərqində olmalı. Yani, belə mən başa düşdüm. Hamı fərqində olub ki, Bəli, mənə ata olaraq mənə baxan tərəfi zərərlər nədir, ana olaraq mənə baxan tərəfi nədir? Biraz fərqindəlik yaranıb sonra özümüzü yetişdirməmiz lazımdır. bəli, bəli. Orada əslində valideynlər bu mövzu üzərində danışsalar ki, biz necə edirik, necə gedir bizdə bu işlər, yəqin ki, ortaya şeylər çıxacaq. Yəni varsa problemlər, varsa yaxşı tərəflər. Belə iki tərəf də bir-birinin üstünə atmadan. Burada iş bölgüsü olmalıdır. Yəni bilməli ki, mən filan şeydə zəifəm, mən də özüm eləyə bilmirəm. Lütfən bu tərəfi sən elə, filan şeydə mən zəifəm, lütfən bu tərəfi sən elə. Qarşılıqlı olsa məncə həll olmayacaq bir məsələ yoxdur yəni. Hüseyin Kimsə müəllim, nəsə üzr deyirdi. istəyirəm. Bəli, Sizin buyurun, buyurun. bir sualım var idi. Axşamınız xeyir. Buyurun, axşamınız xeyir, buyurun. Hüseyin müəllim, məndə 3 oğlandı. Deməli, ortancıl 12 yaşında olan oğlumda, böyük 13-dür, 12, bir də 7 yaşında. Ortancılı daha çox problem hiss eləyirəm. Yəni uşaqlar hətta belə deyim, mən evlənməmişdən əvvəl də özümü inkişaf elətdirməyə çalışan bir ana olmuşam. Amma Evet. demək ki, səhv buraxmışam, amma bilmirəm nədir səhv. Çox aqressivdir o uşaq, xüsusilə o ortancıl dedim 12 yaşında olan. Çox aqressivdir, davranışlarını kontrol edə bilmir. Haqq-hüquq məsələlərində həddindən artıq ifrat dərəcədə şeydir. Məsəl üçün birisi onun qələminə toxundusa, o vurub aşırdacaq o adama. Amma özü də başqasının qələminə toxunmur. Hı hı.
Yəni bu şeyləri qoya bilmir və məsəl üçün sualı mən yazmışdım. Biz ona çox güvənirdik ki, telefona baxma, baxma, yarım saat, yarım saat. Sonra fərqinə vardım ki, bu gecələr qalxıb oynayır. Hı hı. Yəni sərhəd qoymaqca qoyur. Məsəl üçün ataları xüsusilə şeyi qoyur da, məsəl üçün siz dediniz, dediyinizi eləyin qətiyyətlik. Bunu Hə. elədiyimizi düşünürəm, amma nədir səbəb? Yəni və hər bir şeydə problem atam. Məsəl üçün biz onu sizin kampa yazdırmışıq inşallah ilk dəfə bu il gələcəklər. Və Ha, çox inşallah. istədiyi bir şeydir onun düşərgə. Mən ona deyəndə ki, biz sən düşərgəyə yazılmışıq, deyir ki, aha orada heç kəs mənim işimə qarışmasın. Orada xüsusilə qardaşım, mən qardaşımla eyni çadırda qalmayacağam. Mən sərbəst olacağam. Artıq Aha. mənfi şeylərə fokuslanır. Yəni Aha. hər bir şeydə mənfi şeyə fokuslanır. Onu demək istəyirəm. Sevdiyi şeyi də eləməyə çalışsa biz ona mənfi şeyə fokuslanır. Bir də bir Hı şeyini hı. deyim. Bu misal üçün çox böyük nailiyyətləri oldu özünün olimpiyadalarda müəllimsiz. Hər halda biz onu çox belə şımartdıq. Çünki müəllimlə hazırlaşmadan qızıl medallar, gümüş medallar qazandı beynəlxalq olimpiyadalarda. Aha. Buna davamlı Maşallah. pullar verildi baba tərəfindən. Bu artıq pul qazanmışam havasına girir. Bir söz Aha. deyəndə deyir mən öz pulum var düzüm eləyəcəm. Yəni biz bunu necə tənzimləyib dərdim çoxda hamısını inandasaydım. Üzürlü Aha, sayın. yox, yox, estəğfurullah, xoşdur. Məsəl üçün üstün zəkalı uşaqlar olur. Məsələn, mənim oğlum üstün zəkalıdır. Həm autistikdir, həm də üstün zəkalıdır. Belə maraqlı bir şeydir, kimyadır. Məsələn, onu əsla deməmişik. Bu yaxınlarda testi hardansa tapıb, yuxarılarda bir yerdə nəsə axtararkən mən də nalamuxa vurdum ki, ora bura falan elədim ki, bilməsin. Çünki ümumiyyətlə uşaqların o şeyi bilməyə çox bilməməsi lazım, qətiyyən bilməməsi lazım. İndi orada da o qızıl medallar, gümüş medallar nə yaxşı, bu sevindirici haldır. Amma belə bir indi orada mən təbii ki, yəni sizin izahınızdan bir kiçik bir qısa bir izahla başa düşə bilmirəm ki, səbəb hardan, niyə o əşyalarına toxundurmur? Ola bilər ki, haqq hüquq məsələləri bəzən özünü sübut eləmək üçün bunu eləyə bilər. Bəzən ola bilər ki, biri böyükdür, bu balaca buna dəyməyin. Ortadakılar həmişə deyir, o evin ortancıları həmişə çox əzilir. Zənn eləmirəm ki, düşünmürəm ki, siz bilərəkdən belə bir şey edərsiniz ya da ortancılın əziləcəyi qədər böyük yaşda deyillər. Amma hardansa qaynaqlanan bunun səbəbi. Biraz da bu axırıncı dediyiniz məsələ ola bilər, bəli, ki, egosu şişmiş ola bilər ki, hə mən artıq beləyəm, eləyəm, heç kəs mənə toxunmasın. İndi o kampda gələndə biraz daha fərqli qayda qanundan rastlaşanda biraz görürkən burada naz eləmək, nə bilim işte istəmirəmlər ya da mən belə elə istəyirəmlər, o çox da olmur. Öz yaşlıları olur, özündən böyükləri olur, balacalar olur, kampın qaydaları olur. Gəl bunlar çantalarını yerə qoyurlar ağacın dibinə, oturmadan qaydalar sayılır və ümumiyyətlə o ab-havaya düşürlər. İnşallah ki, kampdan sonra təkrar danışarıq ya da kamp müddətində biz də müşahidə edib zaten sizə şərh bildirəcəyik üç fərqli mövzuda ki, hə, uşaqda nələri müşahidə elədik, nə olsa yaxşı olar, nə dəyişdi, nə dəyişmə deyə. Təkrar ümid edirəm ki, bu haqda danışıb görək çözmə doğru bir adım ata bilərik. İnşallah müəllim. Hüseyin Bey, Təşəkkür edirəm. Hüseyin Bey Sağ olun. salam. Sağ olun. Axşamınız xeyir. Mən bir Axşamınız sual xeyir. vermək istəyirdim. Mənim qızımın 8 yaşı olacaq, lakin belə deyim də, tək uşaqdır və istəyir ki, yəni onun dedikləri ən çox olsun. Mən çalışdığım qədər ona bəzi zapretləri qoyuram, qadağaları. Adətən tək olduğu üçün, nə bilim, bir də biz ayrıldığımız üçün bəzi şeylərdə onunla stupkada gedirəm, lakin yəni öz qadağalarımı da qoyuram. Hı hı. Mən necə edə bilərəm ki, birinci sualım odur ki, mən necə edə bilərəm ki, o, yəni bu davranışından uzaqlaşsın. 2, məsələn, o dərslərini oxumağa həvəsi yoxdur. Ancaq oynamaq üçün də, yəni ki, ancaq oynasın, iquşkalarla falan. Yəni dərs oxumağa mən onu daha çox məcbur eləyirəm. Yəni özü Hı hı. getsin, dərsini oxusun deyə bir şey yoxdur. Birinci o da ayrılma məsələsi ilə bağlı oradan başlayayım. Bu tip ailələrdə analar, təbii ki, uşaqlar çox vaxt analarda qalır. Analar belə bir aşırı bir fədakarlığa girirlər orada. Uşağın sanki əslində o da bir həqiqətdir. Könlü qırıqdır. Mən də qalanda onun sanki o könlü qırıqlığını kompensasiya eləmək üçün hər şeydə biraz daha şey buraxırlar, sərbəst buraxırlar. Nə istəsə alınır. Bu analıq duyğusudur. Məsələn, hətta bəziləri belə bir ifadə verir. Mən uşağıma ana da olaram, ata da olaram deyib ata ilə görüşdürməyən analar da olur hətta. Orada uşağa verdiyi zərərin fərqində belə deyil.
Amma bu olmasa belə, baxın, yaxınlarda da mən bir valideynlə görüşdüm. Heç o mənə deməmişdi ki, biz ayrılmışıq. O uşaqla olan davranışını danışdı. Mən tam belə ağzıma gətirdim ki, siz ayrılmısınızmı? Özü dedi ki, biz ayrılmışıq. Dedim, bayaqdan danışdığınız hər şey onu izah edir əslində. Çünki o, dediyim kimi, o nəyisə kompensasiya eləməyə çalışmaq bu kimi məsələləri gətirib çıxarır. Bu bir yerdən sonra artıq uşaq belə də olmalıdır, normalı budur kimi istəməyə başlayır. Biraz sanki elə bir şey sezdim. O dərs məsələsinə gələndə isə uşaqlar əslində bizdə Azərbaycanda təhsil sistemində problem orada da əslində. İndi o mövzulara girməyəcəm çox, amma məktəbə qədər deyə bir üzr istəyirəm ifadəmə görə, amma başqa cürə özümü ifadə edə bilmirəm, amma belə bir saçmalıq var. Uşaq məktəbə getmədən oxumağı öyrənir. Yəni uşaq məktəbdə öyrənməlidir. Məktəb nə üçündür? Uşaq oxumağı öyrənsin deyə. O qədər bezdirirlər ki, artıq yəni uşaqlar məktəbdən zəhlələrini getməyi, bax bunu vurğulayaraq deyirəm, özüm də müəlliməm bu arada. Yəni zəhlələrini getmək çox normaldır. O kimi hallarda indi bəzi uşaqlar var ki, özü həvəsinə oxuyur, demədən gedir, özü səssizcə eləyir. Bəzi uşaqlarda var belədir. Orada artıq bunu şey kimi düşünün. Yəni sabah atıram qrip olsa dərman verəcəksin, iynə vuracaqsınız, istəməyəcək, düzdür? Amma məcbur eləyir, düzdür? Orada onu eləməlidir. Bunu da deyəcəksən, istəməsən də eləməlisən. Bir müddət yəni onun sevməsi deyil də yerinə yetirməsinə fokuslanmanız lazım. Çünki sevdirmək çox da sizin işiniz deyil. Sevdirmək məktəbin işidir. Onu bacarmayıbsa, türklər demiş, sizin eləyə biləcəyiniz, yapacağınız bir şey yox. Amma evdəki halını siz müdaxilə edəcəksinizsə deyə bilərsiniz ki, qızım, canım mənim, səni çox istəyirəm, başa düşürəm, sevməyə bilərsən. Səbəblərin də vardır. İstəsən mənə danış, niyə sevmirsən? Amma bu ev tapşırığını eləməlisən. İndi sən ev tapşırığı saatındır, bu bitmədən oynamaq yoxdur. Və bunu qoysaz, məcbur eləyəcək. Yəni biz özümüz yetişkinlər olaraq da siz hər gün yemək bişirməyə yəqin ki, çox da belə bir sinov getmirsiniz, düzdür? Amma bişirirsiniz ya da nə bilmiş də ütü çəkirsiniz ya da işləyirsinizsə öz işinizə gedirsiniz, gəlirsiniz. Hamımız mən sevdiyim iki işlə məşğulam. Mən də bəzən istəmirəm, yəni heç nə eləmək istəmirəm. Amma eləyirəm. Çünki o disiplin gərəyi onu eləməm lazım. Uşaqlara da biraz da bunu verməmiz lazım. Kampda da olur məsələn. Uşaqları biz basıb işlədirik indi. Köhnə valideynlər bilər. Nə edirlər? Süfrəni düzürlər. 50 nəfərlik süfrə açırlar, sonra da yığışdırırlar. İndi bu dəfə aqroturizmdə olacaq, gedib nə bilim, inək də sağacaqlar bəlkə, məsəl üçün deyirəm, odun da daşıyacaqlar, xəmir də yoğuracaqlar, hər gün bir komanda fərqli-fərqli işlər görəcəklər. Elnur müəllimin baxışlarını görürəm buradan ki, Munir nələr qaçırır deyə. Munirin qulağından iraq. Uşaqlar bəziləri istəmir. Mən deyirəm ki, bax, ola bilər istəməyə bilərsən. Yəni fiziki olaraq səni yora bilər. Amma bax görürsən burada biz komanda hər kəs eləyir, sən də eləməlisən. O eləmək istəmirəm deyən uşaq sonra gəlib evdə də işləyə bilər. Çünki artıq vərdiş alır, o beyninə gedir ki, bu bir məsuliyyəti mən eləməm lazım. Yəni, bu məktəb dərs məsələsi bir çox adamın yaralı yeridir. Ona görə biraz daha geniş dedim elə sizin sualınızı səbəb bilib. Məncə o məsələlərə biraz diqqət edin və siz onun sizin ayrılmağınız məsələsi bu sizin uşağa qarşı bir günahınız ya da şeyiniz deyil. Bu arada orada bir özünüzü günahkar hiss eləməməniz lazım. Hər nədirsə heç kəs istəməz zaten bunu eləsin, belə bir şey olsun, belə bir nəticəni heç kəs istəməz. Elə onun da sizin özünüzə də mənəvi çətinlikləri var əminəm. Amma uşağa da elə ki o məsələ ayrı, o sizin də atası ilə aranızda olan məsələdir. Burada geri qalan digər bütün analar nə eləməlidirsə, siz də onu eləməlisiniz. Heç bir qram da olsun əlavə nəsə eləmənizə ehtiyac yoxdur. Yəni ona bundan dolayı bəlkə də özünüzü günahkar hiss edib hər nədənsə, səbəbi hər nə olursa olsun əlavə nəsə etməmək lazım. Buna biraz diqqətli olun. Çox sağ olun, təşəkkür edirəm. Bir də Mən də sizə təşəkkür edirəm. sizin kamp nə vaxt olacaq uşaqlar üçün və 8 yaşı olacaq qızımın. Mən göndərə bilərəm o yaşda uşağı ora. 8 yaş, bəli, 8 yaşdan gələn burada bir nəfər valideynimiz var. Onun qızı da elə 8 yaşdan gəlmişdi ilk gələndə. Olar, 8 yaş olar. Sizə mən onu Elnur bəyə səhv eləmişəm, atmışam və də atarım, göndərərəm ona. Zəhmət Düşərgələrlə olmasa. bağlı uzun bir linklər olan, fərqli linklər olan bir mesajımız var. Elnur bəy də onu sizə göndərər. Qrupunuz var bildiyim Qrupda qədərilə. paylaşmışam, ola bilsin xanım qrupda yoxdur, bəlkə də bilmirəm. Qrupda paylaşmışam bir neçə dəfə. Təzəlikcə də paylaşdım. Bir də paylaşarıq. Olar. Mən sizə bir dənə mesaj göndərərəm Elnur müəllim. Orada düşərgə haqqında videolar var və s. belə bir onu paylaşsanız daha yaxşı Ular, olar. daha gözəl. Oldu. Burada bir sual var. 5 yaşlı qızımın çox olması da biraz davranış pozuntuları var. Diqqət çəkmək istəyinin olduğunu bilirəm, əminəm. Amma hələ ki öhdəsindən tam gələ bilmirəm. Ola bilsin biraz yorğun olduğumdan da ola bilər. Psixoloji olaraq yorğunluğumdan. Psixoloji olaraq yorğunluğumuz hamımız insanıq. Biz də gün ərzində çox şeylə mübarizə aparıb. Dönəm etibarilə bizim valideynliyimizə denk gələn dönəm bu çətin bir dönəmdir. Yəni bizim həm məişət dərdlərimiz, problemlərimiz çoxdur. Yəni o maddi olaraq ayaqda qalmaq çətin bir dövrdür.
eyni zamanda da uşaqların davranışlarını pozacaq çox şey var. Yəni elə bil ki, bizim savaşımız daha böyükdür. Yəni bizim valideynlərimizin işi daha asan idi. Bu dövrdəki uşaqların dərs oxumaq da daha çətindir. Halbuki asan deyil ki, ChatGPT var, nə bilim internet var, o var, bu eyvallah bunlar var da, bunlar var deyə də problem. Bu həm də problemdir də uşaq bunları qoyub gedib niyə dərs oxusun ki? Yəni dərs oxumaq kimi sıxıcı şey niyə eləsin yəni? Ona görə bizim işimiz də 3-ə, 5-ə, 10 qata bəlkə də artıb daha da çətinləşib. Bir miqdarı müəyyən qədəri normaldır. Davranış pozuntuları dərəcəsində olması yox. Diqqət çəkmək üçün istəyirsə, o zaman bizim ona davranışlarını pozmadan diqqət verək ki, davranışlarını pozmağına ehtiyac qalmasın. Bəlkə də daha çox vaxt keçirsək, ona gözəl-gözəl izah edəsək ki, bunu eləmək olmaz, belə bir yavaş-yavaş, belə bir başa düşəcəyi dildə, amma belə bir davamlı anlatmaq lazımdır. Həmişə bu davamlı anlatmaq lazım dediyim yadıma bir şey düşür. Qurani-Kərimdə bir ayə var. Peyğəmbər Efendimiz sallallahu əleyhi və səlləmə xitaben Allah deyir ki, başları çartlayana qədər de onlara. Mən də bunu özümə bir pedaqoq kimi və eyni zamanda bir valideyn kimi özümə bunu götürmüşəm. Belə bir üfüq xətti kimi. Möhtəşəm bir cümlədir. Çox dəhşətli bir cümlədir. Yəni başları çatlayana qədər. Yəni səbrlə, sən bir elçisən, sənin işin odur. Səbrlə demək lazım, başları çatlayana qədər. Biz də bəzən uşaqlara bunu davamlı deməmiz lazım. Doğru bir üslub seçib davamlı deməmiz lazım. Davamlı deməmiz lazım. Davamlı deməmiz lazım. Bezmədən. Ki uşaq artıq anlasın ki, nəyi necə eləmək lazımdır. 5 yaşında uşaqdır, müəyyən qədər. Bu arada bu danışdıqlarımız falan heç bir şey deyil. Uşaq evi dağıtmasın, nə bilim suyu dağıtmasın, onu eləməsin, bunu eləməsin deyə deyil. Bunlar zaten olması lazım. Yəni bunları eləyən kampla bağlı olanda valideyn deyir ki, bizim çox dəcəl deyib söyləməliyim. Yəni mən də zarafatla deyirəm ki, dəcəl olmayanları götürmürük kampa. Yəni uşağın dəcəl olması lazımdır. Yəni yıxıb dağıtmağı lazımdır, amma bizim də onu təbii ki formalaşdırmamız lazım. Valideyn telefonu buraxmasa uşaq buraxmayacaq. Sosial mediada gərəksiz gəzən valideyn uşağa telefonu buraxdıra bilməz. Bəli, bu da bir zaten bəzən də valideynlər özləri rahat telefona baxa bilsin deyə bir dənə də uşağa telefon verir ki, sən mənə dəymə, mən də sənə dəyməyim. Bu da bir doğru yanaşmadır. Zəhmət olmasa düşərgə haqqında mənə də məlumat verdiniz. 13 yaşındadır, yolda. Kamp mövzusuna çox da girmək istəmirəm. Elə bilirəm ki, reklam edirəm, onu da pis hiss edirəm onda. Mən linki göndərərəm, sonra ehtiyac olsa mənə yaza bilərsiniz, soruşa bilərsiniz. Orada o linklərin içində 30 suallıq video var, Elnur müəllim. Belə YouTube kanalımızı qoymuşuq. Mən ən çox soruşulan 30 suala videoda cavab vermişəm. Hər kəs kimin hansı sualı istəsə seçib orada YouTube'da baxa bilər. Amma bunlardan sonra yenə də kimsə nəsə soruşmaq istəsə mütləq ki, cavab verə bilər. Soruşa bilər, cavab verərik. Kampda qızlar iştirak edə Mən o bilirmi? məsələyə belə baxıram. Necə pis işləri, belə üzr istəyirəm, hayasızca yayırlar. Bəli. Yaxşı işlərin də yayılması üçün bunun adına indi günümüzdə reklam qoyublar, nə qoyublarsa, vəsilə olacaq nə yol varsa istifadə etmək lazımdır. Elə deyil. Reklam eləmirsə, istəməsəydik, heç bu mövzu mən açmazdım. Mən açdım birinci. Aha, O eləmək lazımdır. Burada olanlar da az çox Allah şükür tanıyır. Yəni belə artistlik üçün eləmirik, eləmirik. Burada kim hansı valideyn övladını ora göndəribsə, çox gözəl də nəticəsini alıbdır ki, belə şeyin reklamı olsun elə. Niyə olmasın ki, günümüzdə həm o tərəfdən bilginizdən istifadə edirik, həm digər tərəfdən övladlarımız yararlanır. Yanaşmanızdan razıyam. Sadəcə burada olma səbəbim başqadır deyə elə bil ki, bildim. qarşılıq alırmış kimi olmaq biraz fərqli hisslər gəlir üçün. Ona görə Yox, elə Amma düşərgədəki əsas məqsəd, belə bir çox qısaca deyim ki, əsas məqsədimiz uşaqların şəxsiyyət kimi doğru, düzgün formalaşmasıdır. Orada hər gün keçdiyimiz təlimlər, uşaqların elədiyi təqdimatlar. Həmişə deyirəm ki, oğlan uşaqlarına futbol, qız uşaqlarına da voleybol topu versəm, hər gün səhərdən axşama kimi bezmədən oğlan uşaqlarını izah edərkən deyirəm ki, göydən yağış yağsın, dolu yağsın ya da gün təpələrinə döysün. Axşama qədər futbol oynaya bilən canlıya oğlan uşağı deyilir. Yəni o uşaqlara futbol topu versəm, gəlib məni daha çox tərifləyərlər sizə. Amma biz onu eləmək istəmirik. Bizə çətin olanı seçirik ki, uşaqlara təlimlər keçək, təqdimatlar eləsinlər. Daha belə bir, məsələn, dostlar gəlsə, onları eyni qrupa qoymuruq, komandaya qoymuruq ki, başqa-başqa komandalarda yeni dostlar tapsınlar özlərinə. Amma gecə yatanda eyni şadədə qala bilərlər kimisindən. Şəxsiyyətlərin formalaşmasına fokuslanırıq. Dəyər görsünlər, yarışdırmırıq onları hər şeydə. Nə bilim, Tonqal ətrafında deyək ki, talant şou olur, orada ən yaxşı kim mahnı oxudu, ən yaxşı kim rəqs elədi söhbəti yoxdur. İstəyir ki, uşaqlar bilsin ki, ora çıxmaq özü bir dəyərlidir. Varlığı bir
özü dəyərdir, var olması kifayət edir ki, alqışa layiqdir, bunu hiss eləsin istəyirik. Belə bu kimi əsas ümdə məqsədlərimiz onlardır. Bu suallara da həmin o videolarda cavab vermişəm. Amma hər zaman deyirəm, bir valideyn övladını göndərirsə ki, bizim bu həyatda daha dəyərli bir şeyimiz yoxdur, onu məndən 5-6 günlük göndərirsə, 1 milyon da sual versə başa düşüləndir. Mən də 1 milyon dəfə də cavab verə bilərəm. Heç bundan bezmirəm, yorulmuram. Belə, yorulmuram dərkən yadıma düşdü ki, get-gedə mən sizi yoruram. Çox uzun oldu. Yox, yox. Belə, Normal. mən Sual hər dəfə sizə təşəkkür edirəm. Bir dəfə daha yenə təşəkkür edirəm, eləmək istəyirəm. Yenə gəlsəm, yenə təşəkkür edəcəm ki, Elnur müəllim, belə bir şeyə necə deyək, cəhd eləmisiniz, bu qədər insanı bir araya yığmısınız. Nə gözəl, çox böyük bir işlə məşğulsunuz. Bu dövrdə çətin uşaq yetişdirmənin daha da çətinləşdiyi dövrdə bir-birimizdən belə dərdləşməmiz, bir-birimizdən paylaşmamız lazım ki, işimiz biraz daha asanlaşsın. Çünki bu cəmiyyəti formalaşdıran insanları yetişdiririk. Biz özümüz də bu cəmiyyəti formalaşdırırıq. Bəzən elə olur ki, bu uşaqlar bizim gələcəyimiz, bu uşaqlar bizim gələcəyimiz. Qardaş, biz də ölməmişik də, yəni o kadar da ölmədik. Bizim də 30-40 yaşlarımız var, yəni biz də bu cəmiyyəti formalaşdırırıq. Elə hər şey gələcəyə, yəni bəs biz neyniyək? Yəni biz ancaq elə uşaqların üstünə yükləyək. Bu nə vaxt gələ, bir nə vaxt yaşayacaq, o meyvəni nə vaxt yeyəcəyik? Yəni, biz elə bugünü formalaşdırırıq, bu uşaqlar da gələcəyi, sabahı formalaşdıracaq. Mənim oğlum sizin uşaqlarınızla oynayacaq, sizin uşaqlarınız mənim oğlumla işləyəcək. Biz hər birimiz, mən sadəcə öz övladımı düşünsəm, mənim övladım Munirlə oynasa, ondan pis şey öyrənməyəcək böyük ehtimal. Ona görə Munir'in də gözəl formalaşması məni sevindirməli və mən bunun üçün nəsə eləməliyəm. O anlamda da belə bir birliyin, bərabərliyin olması həqiqətən məni bir pedaqoq kimi də, psixoloq kimi də, cəmiyyətə nəsə bir dəyər qatmağa çalışan bir adam kimi də məni həqiqətən çox sevindirir. Ona görə də Elnur, başta siz olmaqla hər kəsə, bu işə könül qoyan hər kəsə, burada iştirak edən hər kəsə təşəkkür edirəm həqiqətən də. Çox sağ olun. biz Cem təşəkkür bəy, Buyurun. Bəli, bir dənə də sual versəm, çox üzr buyurun. istəyirəm sonuncu dəfə. Buyurun. Siz uşaqlarla psixoloji nəsə edirsiniz? Yəni ki, təlim, yəni ki, uşaqla Konsultasiya. danışırsınız, psixoloq, Evet. bəli. Bir müddət eləmişəm. Hal-hazırda bu kamplara görə davamlı ya şəhərdə olmuram, ya ölkədə olmuram. Buna görə bunu davamlı elə bilmirəm. Amma yönləndirdiyim, etibar etdiyim psixoloqlar var. Murad bəy var, Murad Akifsoy, Xacay xanım var. Səhv eləmirəmsə Xacay xanım da bu qrupda olmalıdır. Bugünə kimi onlara yönləndirdiyim heç kəsdən belə bir narazılıq eşitməmişəm. Mən özüm niyə götürə bilmirəm? Çünki bu seans çox ciddi bir məsələdir. Hər həftə, həftədə bir dəfə, 2 dəfə düzənli olması lazım. Mən gah burada oluram, gah burada olmuram. Ona görə o məsuliyyəti götürüb yarımçıq qoymaq istəmirəm. Çünki uşağın mənə açılmağı bu bir müddət alır, güvənini qazanıram. Hop, sonra Hüseyn çıxdı, getdi. Proses yarımçıq qalır. Ona görə əgər ehtiyac olsa, mən həmin əlaqələri qrupda bölüşə bilərəm. Amma bildiyim qədərilə Xacay xanım bu qrupda var. Düzdürmü, Elnur müəllim? Çox xahiş edirəm. Mənə o əlaqələri göndərərdiniz. Mən çünki neçə vaxt qızım üçün, yəni bu məsələlərlə Əla. bağlı qızımı psixoloqa yəni aparmaq istəyirdim. Yəni Əla. özüm də istəyirdim. Siz WhatsApp qrupunda varsınızmı? Hansı qrupdur? Elnur Hə. müəllimin girin. Onda siz Elnur müəllimə yazsanız məncə bütün problemlər həll olacaq. Tamam, okey. Elnur müəllim sizi Elnur qrupa müəllim əlavə özünə eləsə. Evet, tamam, başlayalım. Mən ailəmizin məktəbi qrupundayam. Deyəsən təkcə. Bəli, elə o qrupu deyirəm. Elə o qrup. Çox xahiş edirəm, göndərərdiniz. Mən Okey, mən Elnur qızım- müəllimə göndərəcəm. Elnur müəllim də sizə göndərər. Tamam. Çox sağ olun, minnətdaram. Hı -hı. Belə, Belə, gecəniz xeyrə qalsın. xeyrə qarşı müəllim. Təşəkkürlər. Hər kəsə təşəkkür edirik. Fərqində olmaq üçün çalışdığınız. Allah razı olsun. Sağ olun siz də. Burada da təşəkkür mesajları var. Mən də sizə təşəkkür edirəm. Əsra xanım, Nisə xanım. Sağ olun.